Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla Beyin Mühendisliğine karşı Türkçe eski kitaplar programının 462. bölümün başlıyoruz. Hayırlı olsun. Bugünkü kitabımız görək ki, hansısı bizim şansımıza gələcəkdir, onu oxuyaq. Keçənki iki cələsədə əslində Mühibbi rəhmətliyin divanını açdıq. Mühibbi Sultan Süleyman Qanuninin şeir adı, ədəbiyyat adıdır və onun şeirləri ilə tanış olduq. Kitablardan 5 dənə linkdən kitabları indirdik və gördük ki, bunların ikisi aynıdır. Onları ayırdıq, qoyduq qırağa. Üçü qaldı, biri çap oldu. Ona fəqət biraz baxdıq, çox diqqət eləmədik. İkincisi 264 səhifə idi. O da tamamən türk idi və əlyazma idi. Onu da qoyduq qırağa. Bir-iki yerdə fəqət üçüncü ilə şey elədik. Qanşara qoyduq, üz-üzə qoyduq və oradakı çətin yer var idi. Onları ondan köməkli qaldıq. Üçüncü isə 602 səhifədən ibarətdir ki, bunun 22 səhifəsi farsça idi. O iki deyirlər Osmanlı sultanları Farsi şeir deyirlər, dərbarın dilidir. 602 səhifədən hududən 18 səhifəsi, baxın görün də dəqiqən yazmışam. 17 səhifəsi ağdır və qalan səhifələrdən 562 səhifəsi türkcədir, 22 səhifəsi farsca şeiridir ki, çoxunun da başında təzhib olduğu üçün səhifələr çoxdur. Yəni türkcələrdə bu qədər səhifənin təzhibi yoxdur. Orada təzhib çoxdur. Aynı xətt ilə yazılıbdır, aynı zamanda yazılıb və bu kitab Sultanın öz diriliyində yazılıbdır. Sual soruşduq ki, əcəba Sultan bu kitabı əmr eləyib ki, yazıblar, ondan sonra şeir deyib ya deməyibdir. O şeirlər harada yer alıbdır? Bu suala cavab tapa bilmədik. Amma keçən cələsədə bir dənə ayrı kitab da indirmişdik. Əlbəttə, əslində 3 dənə, bu Leyla xanımı oxumuşuq, bunu keçən səfər olduq. Tarixnamə Şeyx Səfi, bir dənə bu kitab önəmli kitablardan ki, bu axtaranda gördük, təsadüfi gəldi şansımıza. Və bir də Mövlud Şərif Zeynəb deyə bir kitabdır. Bu iki dənəni açaq görək, əgər açılsalar ki, umaram açılsınlar, açıldılar. Tarixnamə Şeyx Səfi 4 dəfə ehtimalən indirmişik. Çünki burada ədədi 4-ü görürük burada. Bunu mən axtarım, görüm ki, nədir? Bu üstündə yazıdan bəlli olur ki, bu Rus zamanında, Rusiya zamanında yazılıbdır və Ruslar bunu saxlayırlar, bu kitabı. 2001-də bunu ehtimalən arşivdən çıxardıblar və umum üçün qoyublar. Rusiyanı da burada yazıblar. Onda Petersburg'u da görürsünüz. St. Petersburg burada görsənir. Ehtimalən bu da adresidir. Ruscanın əlifbasını bir zaman bilərdim, amma indi bilmirəm. Yadımdan çıxıbdır. Onun üçün xəbərim yoxdur. Amma kitabın biz burada fotokopisini görürük. Tarixnaməyi fotokopisini görürük. Bunu biraz geçəldim ki, fotokopu kamil görsənsin, əgər ola bilsə. Aha. Görürsünüz ki, burada birincisində bir dairədir. Dairənin içində müstətillərdir və onlarda bir yazılardır. Ehtimalən burada səfhələrdən hangi fehrist deyən istəyirəm deyəm. Ola bilər ki, fehristlər olsun, ola bilər də fəqət bir adamın ya bir şeyin tarixi orada yazılmış olsun. Görə bilmirəm, təşxis verə bilmirəm. Aşağıda bir yazı yazılmışmış, silibdir. Üstün qərəliblər, amma oxuna bilər. Bu birisi səhifədə Bismillahla başlayır. O dairənin əksi burada düşübdür. Rəngi çox olduğu üçün ehtimalən arxasından görsənir. Bu çünki bir səhifənin arxasıdır da.
o görsənir, amma bunun da altında çalışan cədvəllər görürük. Orada bir yazılar vardı. Bu kitabda bir çoxlu cədvəllər görsəz, diqqət eləsəz, çoxlu cədvəllər var. Yazı ilə də həm də cədvəllər. Yəni həm cədvəl xətt çəkilibdir, həm də bunların guşədən guşəyə o mürəbbələrin yazılar gedib davam edibdir. Amma bu fotokopu olduğu üçün o qədər yapışmır mənə. Bu bir kitabdır, görürsünüz səhifələrini bir-bir qeytərirəm. Fotokopu da ağdır. Kitabın qırağının çürüməsini görürük ki, burada bu birisi səhifə əgər gətirə bilsəm əşaya. Burada qıraqda görsənir, amma o qədər görsənmir. Yəni, məsələn, burada cırıqlığı görsənir, diş olduğu görsənir. Yəni, çürüyübdür kitabın qırağı. Amma o qədər görsənmir. Bu qərə yerlər ehtimalən ya çürümaqdır, ya da ki, əldə çox dəyibdir, onun yeridir. Burada yenə bir möhür görürük, bir dairə görürük və çoxlu dedim, o şəkildə bir şeylər burada görürük. Burada bir ayrı əlifba görürük. Burada bir ayrı əlifba görürük. Bu əlifba nədir? Çox önəmlidir. Biz bunu bilməliyik. Çünki ox əlifbasıdır. Ehtimalən qədim xətləri yazıb oxumaq əlifbasıdır bu. Bu iki dana möhür bu birisi səhifədə görürük. Kitab sonra Bismillah ilə buradan başlayır və davam edir. Görürsünüz ki, burada indi bunlar əsli kitab burada əlimizdə deyil ki, görək bunlar niyə belədilər. Oxumaq olar, amma bəzi sətirlərdə çətinlik çəkmək olar. Görürsünüz qıraqlarda hər şey nəzərə gəlir, dağılıb. Bunlar ola bilər ki, bir ayrı bir şey olsun, amma fotokop olduğu üçün təşxis verməyi zordur. Əcəba kitabın ortasında bu qərə kitaba bir şey olubdur, qərədir, yoxsa kölgədir. O da səhifələrin kölgəsi ola bilər. Kitabın nömrə qoymadıqları üçün qədim aşağıda kitabın bir dana xəttinə ki, bilmirik nə rəngdədir, burada qərə görsənir. Kitabın dövrəsinə, yazının dövrəsinə çarçıvə çiziblər. Bu çarçıvənin eşiyində aşağıda son tərəfdə ki, o birisi tərəfə gedəcək, o birisi səfiyyə, vərağa, onun buradakı o kəlmə, o birisi vəraqan ki, kəlmə ilə başlayacaq. Burada aşağıda yazıblar ki, cırılsa, rahatca tapsın. Məsələn, burada kupraq deyə bir kəlmədir, burada yoxdur. Yəni, burada bir səhvə cırılıbdır. Yəni, mən dəlan bilgiyə istəyəm bunu biraz da kiçilsək ki, bu səhvəni kamil görək, o da çox kiçik olur. Məsələn, burada yazıb ki, yaruğiğə. Yaruğiğə burada görürük. Diqqət vurun, yaruğiğə sözü görürsünüz ki, şeydəndir. Cığataydır və bu Səfəvilər haqqındadır. Kitab Cığatayca yazılıbdır. Yenə burada görürük, kubraq yazılıbdır. Kubraq yaxcıraq. Amma görürük ki, burada üstdə bulğa ilə başlayır. Bu da bunu deməkdir ki, səhvə cırılıbdır. 3-də 13-ünü görürük. Əcəba bu birisi səhifələrə nömrə vurulubdur. 12, 11. Yəni cüt-cüt hər vərağa bir nömrə qoyublar. Hər vərağa. Onun üçün biz burada bunu görürük ki, indi 12, amma burada 12 yazıblar, bu sonra yazıla bilər. Çünki əsli kitabda görürük ki, aşağıda qorublar tururlar, burada turdur. Bəli, ola bilər, bu düz ola bilər, turdurlar, burada turdur və Peyğəmbər beləsi deyə yazılıbdır. Amma mənim nəzərimə belə gəldi ki, bu kitabın ən azından bir-iki yerdə səhvəsi cırılıbdır, yoxdur. Mən yenə bunu bir zərdə kiçik eləyim ki, görsənsin, da səhvəni aşağıya çəkməyim, kitabın əvvəlinə qeydim. Məsələn, bu əvvəllərə qeysaq və billahi ola bilər, düzdür. Amma indi də çox cıqqılı oldu, görmürəm, yəni. Olsun ki, ola bilər. Gərək bu səhvə biraz yekələ. Yəni, istəyəm, indi bunu görək ki, səhvə cırılıb ya yox. Olsun ki, olacaqdır. Bu birisi səfədə və ma üridü. Bu birisi səfədə qılsa bila, düzdür. Bu birisi səhifədə Allahdır, ilahdır, nədir, ondan başlanır. Ki, həl-halda budur, yəni düzdür ki, əlləmə nədir. Əvvəl ol gövdə. Bura cırılıb, bu səhvə yoxdur. Çünki burada yazıb ki, ol ködə ya ol nəməndə, burada o yoxdur, görsənmir. Bu səhifə vəsətdə bir vəraq cırılıbdır. Amma nömrə qoyanda bunu 7 qoyublar, arxası o birisi ondan qabaqçı səhvə 6.
Bu nömrələri sonra qoyublar. Amma biz çox rahatlıqla burada görə bilirik ki, kitabın səhifəsi yox olubdur. Məsələn, burada oltursalar düzdür. Burada düzdür. Burada görürük ki, görünür. Burada görünür, düzdür. Tururlar, burada yoxdur. Aha, vardır. Vardır. Burada iltikay ya ilkay oxuna bilərdi ki, məncə düz gələ bilər, bu ola bilər. İltikay. Yarıqə burada düzdür. Kupraq burada yoxdur. Onun üçün burada bir vərəq qırılıb yenə aradan gedibdir, cırılıbdır. Ən azından bir vərəq. Yəni burada ola bilər çoxlu vərəqlər cırılmış olsun. Surətin ehtimalən düzdür. Şükri Teala ya Təngri Teala düzdür. Təngri Teala'mış. Burada ya ulıq düzdür. Din düzdür. Basadı düzdür. Ya yaşadı, yasadı. Ola bilər hangisi olsa. Burada aşağıda bir dünya bir şey qıraq yazısı varmış. Amma yazı qalır bardı. Bardı burada vardı görürük. İstədim deyəm ki, yəni bu cürsə kitabın da aradan getməsinə diqqət eləyə bilirik. Kitabın bəzi yerlərində ehtimalən ayələrin başının üstünə qırmızı xətt çəkilibdir. Burada qərə görsənir. Çox bir gözəl əl yazması var əslində. Amma kaş bu fotokopu olmayaydı. Ayələri ya hədislər ki yazıbdır, ya Həzrət Peyğəmbərin adını ki yazıbdır, onların bir çoxunun səsin qoyubdur, erabın qoyubdur. Amma bir çox yerdə də erab, yəni türkcələrə xüsusən erab qoymayıbdır. Kitabın deyir ki, 800, diqqət buyurun bu kitaba, 834 səhifədir, 834 səhifə. Bunu 2-yə çarpacağıq. Niyə 2-yə çarpacağıq? Çünki biz kitabı ələn burada 2 səhifəsini görürük. Bunu PDF bunu bir səhifə olaraq göstərir bizə. O da 834 olar 1668. 1668. 1668 səhifəlik bir kitabla qarşı-qarşı yox. Əlbəttə bu kitabdan diqqət olunsa, neçə yerdə düşüb səhifələr, onları da tapmaq olar. Amma bu çox böyük bir kitabdır. Mən biraz hızlı bunun bir neçə səhifələrinə baxaq. Görək. Amma bu adda üçün deyir 4 kitab mən download eləmişəm. İstəyirəm ki, görüm onlar da vardılar ya yoxdular. Deyək ki, tarixi bunu mən əvvəl çevirim türkcə, ərəbcə əlifbaya. Tarixi Səfəvi tarixnameyi gətirdi. Ehtiyacı yoxdur. 5 danadır. Dəqiqən onları mən bir-bir açım. Görək ki, yox, location istəmirik, amma bu ikincisi açdıq. Yenə yazmalıyıq. Tarixnameyi ikincisini açaq. Üçüncüsünü açaq. Sonra o açılmadı əslində. Tarixnameyi üçüncüsünü açdıq, fikir edirəm. Dördüncüsünü açaq. Və tarixnameyi beşincisini də açaq. Əslində burada görsədir ki, 6 dənə var. Tarixnameyi İran bəd az İslamda belə. Əlbəttə bu deyir ki, webdə axtarım. Yox, webdə axtarmayın. Mən indirməmişəm onu. Burada 928 hicridə biri yazılıbdır. Və bunlar. İndi bunları biz baxıb əlbəttə ki, görə bildik ki, nədir? Bu şumarələrlə baxanda görürük ki, baxın bu 4
44.082, 44.082, 44.082, 44.082. Bu 4 danası aynı kitabdır. Üstəki də aynıdır. Yəni bu üstəki açıq idi əvvəl, o da aynıdır. Burada yazır ki 10 danadan da çox var burada, əlbəttə tarix deyə, ola bilər ki olsun. Bu əslində 4'ü aynıdır. Biri burada fərqlidir ki budur. Bunu da açmışdıq, əlbəttə baxaq bunlara. Bu birincisi ki açmışdıq, buradan gəlmişdik. İkincisinə baxaq. Bu ikincisi həman o 174 yox, bu Zeynəbdir. Zeynəb qalsın, bunu aparaq yap başa, bunu ayıraq. Bu ikincisi buna baxırdıq. Bu da aynıdır, amma açılmayıb. Görürsünüz, bu açılmadığı üçün bunu əslən bağlayaq geçsin. Bu açılmayıbdır. Bu da açılmayıbdır, yenə aynıdır, açılmayıbdır. Bu da aynıdır, amma bu açıldı. Yəni 2 dana aynı kitab açıldı. Üçüncü aynısı bu da açıldı. Dördüncüsü bu da açıldı. Bu 4 dana aynı, görürsünüz ki 1, 2, 3, 4 şumarələri də eynidir. Amma bunun fərqi var. Bu kitab ki burada görürük əlan da açıqdır. Bunun da yazıb üstünə 300 necə olub? Burada yazıb ki 1668 səhifə onu deyibdi, yazıbdı. 928 Hicridə bu yazılıb. Bu kitabların 4'ü də aynı olduğu üçün bunları indi bir iş görək, bunları delete eləyək, biri qalsın. Çünki sadəcə biz bunların birini oxuyuruq. Tarixnameyi Şeyx Səfi dedi ki, bunları yerində görsədim, yerində görsətmədi şey, qəraldı yerində görsədə. Tarixnameyi bu bizə bir şey dedi əvvəldə. Aha, buradan baxaq. Bu 4 dana aynı olduğu üçün, yəni hamısı aynıdır. Yoxsa əgər burada tapa bilsək, bunu buradan delete eləyək geçsin. Getdi. İndi burada təzəşdən hardan bunu axtaracaqydıq? Tarixnameyi onu delete elədik. Bu nədir? Burada. Oxunmuş kitablarda tarixnameyi gətirmədi bunu ki, burada kimdir? Hər halda bu qalsın. Bu çox da önəmli deyil. Onları sonra şey eləyə bilirik. Bu kitabın hər halda biz əgər diqqət eləsəz 5 dana burada download olubdur. Müxtəlif linklərdən ehtimalən və hamısı təqribən aynı olduğu üçün biz bunları aşmır. Nədən isə ehtimalən görsətmir. Ya kompüter donubdur, hər halda ola bilər. Əlbəttə donmayıbdır, çünki burada görsədir. Hər halda kitabın 1668 səhifə olduğunu bilirik. Bu kitabla çox önəmli bir kitabdır. Nədən isə fərqi oldu burada. Bu yazılar ərəbcədən çox istifadə edilibdir. Görürsünüz ki, kitabın yazıların başının üstünə xətt çəkibdir. Məsələn, adların Yaqubun adına çoxlu ad qoyubdur. İsmail bəyin qızını aldı və İshaq Yaqubə Həzrəti Adəmdən ehtimalən tarixi başlayıb yazıbdır ki, qıraq yazıları da bəzən bir gözəl şey çəkir.
Kitab qalin olduğu üçün də yavaş-yavaş belə açılanda səhifənin ortaları görsənmir, kəlmələr yarımçılıq görsənirlər. O da bir məsələdir. Bu kitabın istirdim görüm ki, onlarda bir əksi var ya yox, amma aynı nömrə olduğu üçün aynı fotokopudur. Çox önəmli bir kitabdır. Bu kitab 1600 səhifəlik bir kitabdan danışır. 1668 səhifəlik. Bizim üçün özəlliklə Səfəvilər gözündən ədəbiyyatımızı, dilimizi, yazımızı, əlifbamızı, tariximizi, məmləkətimizin vəzini, o zamandakı düşüncələri, o zamandakı yazı formatını, o zamandakı siyasi, iqtisadi, dini düşüncələri, toplumsal düşüncələri, anlayışları bu kitab bizə çoxlu şeylər verəcək. Yəni mən bunun əslinin üstündə niyə təkid edirəm? Buna görə ki, əcəba, məsələn, mən indi burada bilmirəm ki, buna əl aparıblar ya yox. Yəni, ola bilər ruslar bunu bizə yazalar. Fotokopi bu deməkdir ki, biz kağızın əslini görmürük. O birisi kitablarda kağızın əslini baxın. Məsələn, Zeynəb xanımın kitabında, mən gedirəm bura, baxın, kitabın əslini görürük. Diqqət buyurun, bu kitab bizə göstərir, bu kitab çürüyübdür. Bizə biraz itminan verir ki, buna əl aparmayıbdır. Kitabın, hətta bunu sonra kağızla, parça ilə yapışdırıblar, cildi. Cild göndən deyilmiş, cild parçadan imiş. Bu çürüməyə başlayıbdır. Bunun parça ilə gətiriblər, yapışdırıblar. Parça da cırılıbdır. Diqqət buyursanız, parça da köhnəlibdir. Gedir. Bu bizə gedir ki, biraz itminan verir ki, bu kitabı ehtimalən əl aparılmayıbdır. Kitabın ortasına baxırıq, görürük ki, aynıdır, cırılıbdır. Möhrə baxırıq, görürük ki, bunun məsələn, Süleymaniyyə kitabxanasında saxlanır. Yazılarını görürük, əl yazısını görürük, alıb satanların yazısını görürük. Kim alıbdır, kim satıbdır. Şeirin içinin yazılmasını görürük, xəttin görürük. Əcəba səsin qoyublar, qoymayıblar, onu görürük. Su gəlibdir, gəlməyibdir, onu görürük. Bunlar bizə bir tarix hərəsi, bizə bir tarixə bir inanmaq səviyyəsi verir. Bizə deyir ki, buna nə qədər inana bilərik. Sonra bəzən görürük ki, yazılar siliniblər, silinməyiblər, qərələniblər, qərələnməyiblər, səfələr cırılıblar, cırılmayıblar. Niyə cırılıblar? Onlar da o bəzən təşxis vermək ola bilər. Yazılar hangi rəhlərlə yazılıbdır? Məsələn, kim üçün yazılıbdır? Əcəba bunu bir kasıb ailə yazıbdır, ya bir dövlətdə ailə yazıbdır, ya dövlət özü yazılıbdır. Bunlar çoxlu bizə şey verir. Amma fotokopi olanda bunlara iman aradan gedir. Amma bununla belə dedim, o bir də bir şeylər bizə verə bilər. Amma ola bilər ki, onu məsələn ruslar yazmış olalar. Bir şey deyil, bir nəfərə pul verərlər, deyərlər, otur bunu üstündən yaz cinən, o da yazar. Yəni, mənə də pul versələr, yazaram yəni. Bu kitabın üzündən bir dənə yazaram. Yazandan sonra nə olar? Onlar deyərlər, bu əl yazmadır. Bunu məsələn, deməzlər ki, indi bunu İnsaf Əli Hidayət yazıb. Deyərlər, bunu məsələn, üstünə də tarix vurarlar. Bu nüsxə məsələn filan ildə yazılıbdır. O qələmlə istifadə olar. Məsələn, mən o qələmlə kağız biraz ona bənzədərlər. Filan bəhman adam. Yəni, mənim yadıma gəlir 1375-də mən Cəşvari mətbuatı İranda nəfərə əvvəl olmuşdum Quzarişdə. Orada bizə caizə verəndə bir dənə qələm, bir də Misrin, əski Misrin papirus dediyində adında bir kağız var idi. Bir tikə də o kağızdan bizə verdilər. Ki, bu da papirusdur. Siz papirusla tanışırsınız. Bir tikə, yəni ola bilər məsələn fərzən bir əldən biraz yekə. Bir əldən biraz yekə bir kağız verdilər. Ki, bu da papirusu biz sevinirik ki, biz papirus ələ gətirmişik. O papirus təbii ki, Misr Bağıstandan gəlməmişdi. O, son zamanlarda düzələn papirusudur, amma bizə papirus nədir deyə onu verdiyi üçün dünyanı elə bir bizə vermiş. Yəni, şəxsi mənim özümə onu məsələn saxlırdım. İndi bilmirəm, əlbəttə, indi vətəndə o nə vəziyyətdədir, onu bilmirəm. Amma məsələn, bu kitabın fərqi budur ki, burada biz görürük, bu adamın əl yazması ilə tanış oluruq, hətta ruhiyyəsi ilə tanış oluruq. Məsələn, burada görürük ki, xətləri üz aşağı yazıbdır, yəni bu özünə etimadı az imiş, xətti biraz mənim kimi yazıbdır, yəni
savadı yox imiş ya da gözəl yazmaqda əli yox imiş. Ehtimalən bir ailə, kasıb ailə üçün yazıbdı ya özü özünə yazıb əslən. Mümkündür bir ayrı adamdan kitabı borc alıbdı və özü yazıbdı. Mümkündür şairin özü yazmış ola. Onda da biz bunu deməyək ki, şair məsələn savadı olar bunu yazsın ya yox. Niyə olmaz ki? Məsələn mən dünənlər bir dənə Fars bir adam gördüm, Şumallı. Yaşlı bir kişi ola bilərdi 70 yaşında. Gedirdi bir türk şairi görsün ki, savadı yoxdur. Amma 5 dənə kitab, şeir kitabı çap eləyibdi. Məsələn, ona mən videoya biraz baxdım, amma əlbəttə nəzr oldu, yarımçılıq qaldı. Heyf oldu. Kişi ağlırdı özünün o vəziyyətinə. Burada görürsünüz bu kitab mənə indi bu şeir kitabı Zeynəb Mövlud Şərifi Zeynəb. Bu kitab baxmayaraq özdə 87 səhifə PDF-də göstərir. Kitabda bu 174 səhifəlik bir kitabla qarşı-qarşıya yox. Bunu mənə məsələn göstərdi ki, bunun su gəlibdi hər yerinə, yazılar yazılıbdı. Əlbəttə ki, bu adam yazan özünün savadına görə ya oxuyanların savadının səthinə görə, əndazəsinə görə gətirib bunun üstünə səsləri qoyubdu, erabı qoyubdu. Fərq eləməz türkcə olsun ya ərəbcə olsun, hamısının kəlmələrin üstünə erabı qoyubdu ki, adamlar oxuyanda bunu düz oxusunlar. Ya bizim kimi adam neçə yüz il sonra bu gəlib bu kitabı oxuyacaq, bu kitabı düz oxusun. Məsələn, burada görürük təmmət təmamuhu bi'unillahil məlikil vəhhab. Burada belə Zeynəb Riyazi deyə addır. Məsələn, bunu bildik ki, bu Zeynəb Riyazi adında bir şeydir. Kətəbəhul fəqir əl-həqir Zeynəb Riyazi. Zeynəb Riyazi yazandır bunu. Məsələn, bu kitabın sonunu gördük və axırda da bir dənə ayrı kitabdan bir səhifə cırılıblar, qoyublar bunun arasına ayrı rəhdə çap olan kitablardandır bu. Amma oradan bir səhifə, bu da ehtimalən 2-3-cü səhifəsidir, 2-ci səhifə, bu da aynı səhifədir, yox, bu da ayrısı cırıblar. Bir neçə səhifə duadan filandan cırılıb qoyublar bu səhifənin içinə 1329-da bu kitab çap olmuşmuş. Onu da görürük və burada sonra bir yazı görürük ki, ehtimalən dua olacaq ya tilism olacaq, belə bir şey haqqındaymış ola bilər. Ya da ki, elə ədəddir yazılıbdır, amma nəzərə gəlir ki, tilismdən zatdan bir şey olacaqdır. Və burada da kitabın yenə də sonunda bir ayrı, bu kitabın içinə bir ayrı səhifələr qoyublar da, onları görürük. Ələn bu əlyazı ki, burada görürük, təmməti də var aşağıda, bir şeir idi, amma bu da bir ayrı şeydən gəlmədi. Yenə bir ayrı kağız görürük bu kitabın içində. Bunun da yenə də ehtimalən dua olacaq, nə olacaqdır? Ayrı bir qələmlə, ayrı bir xətlə, ayrı bir rənglə, ayrı bir kağızda yazılıb. Bunun da suyu olarcan deyil, kitab ortadan qatlanıb səhifə, sonra da ortasına da su gəlmiş imiş, qatlanandan sonra açılanda indi su bir əcib bir şəkildə görsənir. Hətta ehtimalən bunun bir yağ ya nəft də düşmüşmüş, o birisi tərəfdə yazılıdır. Sonra bir ayrı yazı qoyubdur bunun içinə. Məsələn, görürük ki, ayrı rənglə yazılıbdır. Bu da bir ayrı rənglədir. Ehtimalən yağlı bir kağızda yazılıbdır. Ehtimalən yağlı kağızda ya da kağız yağa düşübdür. Yazılıbdır. Ehtimalən kağız yağa düşübdür. Çünki bəzi yerlərinə yağ dəyməyibdir. Amma bəzi yerləri yağlıdır. Və ehtimalən ərəbcə bir duazad olacaqdır, yazılıbdır. Yenə bu da və bir ayrı səhifə görürsünüz 4-5 qatlanmışmış. Kağız ortadan uzunasına qatlanıbdır, sonra da qatlanıb dua kimi qoymuşmuşlar cibə. Həm çürümaqlarını görürük, qatlanmaqlarını görürük, həm də bunun içində nələr yazılıbdır hər bölümdə onları ayrı-ayrı görə bilirik. Hətta əlyazılar da fərqlidir. Yəni burada rəhlər və əlyazılar da fərqlidir. Bu da bizə bir etimad verir ki, bu kitab ola bilər ki və qutarır burada kitab. Zeynəb dedikləri belə bir kitabdır, 174 səhifəlik bir kitabdır. Bunu da göstərdim, amma indi gedək yenə də öz ikinci kitabımıza, yəni birinci kitabımıza indi mən hər iki kitabı qatdım bir-birinə. Cəlibdir ki, burada əvvəl o Zeynəbi oxuyaq. Zeynəb kiçik olduğu üçün əvvəl ona bir baxaq. Görək ki, o Zeynəb Mövlud Şərifi Zeynəb nə deməkdir?
Bu kitaba bir baxdıq və bundan tanış olduq. Qeydaq əvvəlinə, səhifəsi çox olmadığı üçün bunu gedib baxa bildik. Əvvəldə kitabın cildi çox darmadağındır, üstündə bir şey də yazılsa görünmür. İkinci səhifədə də su gəlibdir, çürümaqları görürük. Üçüncü səhifədə bir yazı vardı, amma bunu baxaq görək nə yazıb. Kitabın başında bir ayrı xətt ilə ehtimalən xudkar ola bilər. Yəni bu qələmlə, top qələm deyirlər, nə deyirlər Türkiyədə. Onunla bunun üçün Mövlud-i Şərif yazılıbdır. Mövlud-i Şərif kitabın adıdır onda bəs. O Zeynəb dediği adam bu kitabı yazandır. Kətəbəhu yazdı. Amma nəssəxəhuzat yazmadığı üçün biz bilmirik ki, Zeynəb özü şairdir. Yoxsa bu Mövludu yazan başqa bir adam yazıbdır və bu Zeynəb onun üzündən nüsxəliyibdir. Bunu feilən bilmirik, bunu oxumağa qoyacaq. Onun altında bir latincə yazı görürük ki, yenə Zeynəb Riyazi belə bir şey yazıbdır. Riyazi ehtimalən. Zeynəb Riyazi burada altında yazıbdır, amma yazan ola bilər, ayrı bir şey də oxuna bilər, mən oxuya bilmirəm. Gərəsunli də ola bilər. Gərəsunli ehtimalən. Qoca Əli Kərimi, Zeynəbin kəriməsi, Üminün vəqfi, Mövlud-i Şərif, Haqqı Teala cümləsini rəhmət eyləyə, təqsirətini əfv eyləyə. Baxın, yazının özü də bizə bir şey deyir. Baxın, İnnəlləhə yəğfiruzzunubə cəmiən innəhu huvəl qəfurur rəhim. Kitabın əvvəlində Qərsunlu, Qoca Əli kəriməsi Zeynəbin, Qoca Əli adında, indi bu kitabın haqqında bir əvvəl bunun haqqında bir yazılar, ittilaat burada verir. Kitabın adı Mövlud-i Şərif. Mövlud-i Şərif. Mən yazıram Katib. Katib Zeynəb. Muntaha Zeynəbin haqqında bu da dal Zeynə yazıblar. Bunda deyək ki, Zeynəbi R Zeynə yazmayıblar. Zeynəb. Bu Zeynəb kimdir? Bunun haqqında Gərsun indi deyirlər, belə fikirlərəm deyirlər, amma Qərəsunli ehtimalən Qərəsunli Qoca Əli. Qərəsunda olan Qoca Əli adında, Əlini də əlif ilə yazıb. Diqqət buyurun. Yəni bu adamın savadı o qədər yoxdur. Qoca Əli kəriməsi. Kəriməsi yəni qızı. Zeynəbin Zeynəbi yenə dediyimiz kimi dal Zeynə qoyubdur. Zeynəbi ki, bu diqqət buyursanız, məsələn Zeynəbin nunundan yazmayıbdır. Gedib deyir Cığatay, bununla birlikdə savadı aşağıdır. Əlini qələt yazıbdır. Ehtimalən Zeynəbi qələt yazıbdır. Ehtimalən bilmirəm. Mən diqqət eləməmişəm ki, Zeynəb ərəbcədə dal zı ilə yazılır, R zı ilə yazılır, onu bilmirəm. Amma burada dal zı ilə yazdığı üçün biz də İranda adət eləmişik ki, R z ilə görək. Onun üçün bəlkə burada ya İranda qələt yazırlar, ya burada. Amma onun yolu budur ki, deyək, şeydən soruşaq ki, Google buradan bugün Mövlud-i Şərif adında bir əski əlyazma ilə tanış olmağa çalışırıq ki, kitap su və nəm etkisi ilə çox xəsarət görmüş və
cildi çürümüş yazılara çox xəsarət değməmiş və oxunaqlıdır. Əlyazmanın özəl bir xətti var və hər kəlmədəki hərflərin, səslərin onların üzərinə qoymuşlar. Kitabın əlyazmanın neçə səhifə dedik şey var? Bu səhifə dedik ki 160, 86'dır, olar 174. Əlyazmanın 174 səhifəsi var ki bunlardan neçəsi də onu əvəzin ki o deyək bunlardan bir neçəsi nömrəsini deyək ki neçəsi kitabın sonuna gedəndə biraz bunu kiçiltsək bu 1 2 3 4 5 6 üzr 7 8 9 10 11 12 13 səhifəsi 13 səhifəsi başqa kitablardan bir səhifə ya da bir qırıq parçadır ki bu kitabın sonunda və içinə qoymuşlar. Bu əlyazmanın özünün səhifələri cild ilə birlikdə 170'dən şey çıxsaq neçəsin? 174'dən 13'ün çıxsaq 161 qalar. Birlikdə 161 səhifədir. Bu kitabın birinci səhifəsindəki əlyazmada nə görünür? Tamam, onu burada yazaq, o bölümü, o çox önəmlidir. Bu kitab harada saxlanırmış, onu da yazaq. Kitab Süleymaniye kitabxanasında saxlanır. Bu kitabın birinci səhifəsində yox, burada yazaq ki, bu əlyazma Türkiyənin Süleymaniye kitabxanasında saxlanılır.
Tamam. İndi burada görək nə yazıbdı. Mövlud-i Şərif üstə. Aha. Bunlar yazılıb və görünür. Ən başda Mövlud-i Şərif başqa bir əlyazma və başqa bir rəng və qələmlə yazılmış. Onun altında isə Latincə aynı söz yazılmış olabilir. Onların altında isə kitabın içindəki rəng, qələm və əlyazma ilə nə yazıblar? Gərəsunli. Gərəsunli. Mən xətləri də belə vurum. Qoca, Əli, Kəriməsi, Zeynəbün, Kərimisi əlbəttə, Kərimisi çünki hərisində i qoyubdur. Kərimisi ümminin ya öminin ehtimalən əlif ilə yazılıb. Nin. Bunu qələt yazdım. Niyə bunu yapışıq yazmışam? Öminin vəqfi. Ehtimalən bu kəliməsi ümmi ola bilər, ad ola bilər. Ümminin vəqfidir. Vəqfi kitabın Mövlud-i Şərifin altında xətt çəkibdir. Mövlud-i Şərif Haqqi Təala cümləsini rəhmət eyləyə, təqsiratını yazım, təqsirətini əfv eyləyə. Bu kitab mənə çox şey məsələn verir. Bunu mən indi deyərəm İnnəllahə yəğfiru əl-zünubə cəmiən innəhu huvəl Ğəfurur Rəhim. Burada qurtarır. Yenə aşağıda bir şeylər yazıblar, amma o kitaba heç ilgisi olmadığı üçün onları qoyuruq qırağa və kitabın özünə keçirik. Yazılmışdır. Bu
yazıya görə. Əlbəttə bunların da səslərin üstünə qoyubdur da, yəni bir çoxunun səsin üstünə qoyubdur. Məsələn, Qoca Əli bu yazıya görə kitabı ümmi kəliməsi ümmi, nənəsi ola bilər. Ümmi, nənəsi. Qoca Əli kəliməsi yəni olur ehtimalən qızı ya oğlu. Qızı olacaq Zeynəb da. Zeynəbin qızı, kəliməsi qızı. Bunun kəliməsi ümmi. Yenə də bunun kəliməsi ümminin vəqfi. Yəni Zeynəbin qızı Ümmi xanım bunu vəqf eləyibdir. Bu yazıya görə kitabı vəqf edən Ümmi adlı bir xanım ola bilir ki, Zeynəb xatunun qızı imiş. Zeynəb isə Qərəsunlu Qoca Əlinin qızı imiş. Əcəba bu şeirləri də Zeynəb xatun yazmışmı yoxsa Zeynəb xatun bu kitabın katibi, əlbəttə katib sözünü salaq şeyə, çünki kitabın sonunda var. Katibi ya da nəssaxıdır ki, kitabın son cümləsində kətəbəhu, gedək o son cümləyə. Təmmət beunillah kətəbəhül fəqir əl-həqir. Kətəbəhül fəqirül həqir Zeynəb Riyazi. Kətəbəhu əl-fəqirül həqir. Kətəbəhu əl-fəqirül həqir Zeynəb Riyazi. Bu zinən deyil, əlbəttə bunu dəstəli zinən yazıbdır. Biz də dəstəli zinən yazaq. Riyazi görünür. Bizə bu cümlələrdə bir neçə önəmli söz ortaya çıxır. Birisi bu ki, Osmanlıda bir qəsəbəli xatunun savadı var. 2. Bu xatun
Nun. Bu xatunun savadı az və aşağı olabilir. Ondan dolayı bəlkə ərəb dilin bilmədiyi üçün ərəbcə yazılan sözləri və adları yanlış yaza bilir. Əcəba, Ali, qoca Əli, qoca Əli, Eyn hərfi ilə yazılmalı imiş, yoxsa türkcə bir addır və əliflə yazılıbdır. Bu bir. Zeynəb, ha belə Zeynəb sözü İranda z ilə rezila yazılır. Amma bu xatun qalzıra zalladı. Yəni yazıb hançısı doğru görünür. Bu da bir sualdır. Ha belə katibin soy adı isə türklər buna soy adı deyirlər. Soy yəni kök, dədənənədən gələn ad, dədənənə adı. Babalardan, cədlərdən soy, nəslin adı. İndi biz təəssüflə İranda bunu deyirik nam-ı xanavadəci, yəni indiki ad xanavadədir, yəni xanavadədir. Biz bunu deyirik. Amma soy adı değişən deyil, kökü var, yəni tarixi var. Burada məsələn riyazi sözü elə ehtimalən bir 1000 il tarixi var, 500 il tarixi var. Amma təəssüflə İranda məsələn hidayət sözünün mən şəxsən bilmirəm tarixi. Əcəba mənim Mehdiqulu babamdan qabağa keçir yoxsa yox. Çünki Rza Şah gələndən sonra ki, əlbəttə Rza Şahdan qabaq sicilli başlayıb verməyə. Bu ki deyirlər Rza Şah sicilli verib, bu bir yalandır. Amma ondan qabaq bizə deyirlər ki, Mehdiqulu məsələn filankəs oldu. İndi Azərbaycanda, Türkiyədə də halaca ərəblərdə də bu yaygındır. Amma bizə gəldilər sicilli verəndə əvəzin ki onu dedilər ki, özünə bir xanavadəci ad seç. Məsələn, bizim kətdə bir adam var, adı İranidir. O zaman elə sicilli alanda nə cür oldu? Götürüb adını qoyub İrani. Bəziləri dədələrinin adını qoyublar. Hətta bəzi ailədə, bir dənə ailədə uşaqların sicilləri fərqlidir. Çünki məsələn, filankəs gedirmiş şey almağa, sicilli almağa, ona deyirmişlər, mənim də uşağıma, ya qızıma, ya oğluma sicilli al. 2 ildən sonra, 3 ildən sonra. O da gedirmiş, məsələn, bir ayrı ad deyirmiş, qıza, oğlana, xanavadəci ad alırmış. O halda ki, məsələn, eləyə bilərdi ayrı alsın və biz bunu daha yine görürük. İndi burada riyazi sözü isə riyazi yazılıbdır. Riyazi dəstəli zığınandır. Ya yazılıbdır. Əcəba riyazi
sözü doğrudur yoksa riyazi sözü. Tamam. Buradan şey elədik. Amma bu riyazi sözü bunu göndərək keçsin və buradan da copy eləyək bunu o birisilərə də qoyaq ki, onlar da cərəyanda olsunlar ki, biz bu günləri həm nəyi oxumağa çalışırıq, həm də ki bu kitabdan da biraz əks salarıq, qoyarıq bura. Bunlar da məlumat olsun. Feylən bu kitabı oxuyuruq da, daha riyazini oxuduq, gedək bu şeiri oxuyaq. Kitabdan bir əks salaq. Mən ən yaxşısı budur ki, elə işimizin birazını əvvəldə görək. Bunu da öyrəşmişik. Bu cildin əksidir. Bu birinci səhifənin əksidir. Bismillahirrahmanirrahimin əksidir. Burada bunlardan da əks yox ki, həm qırmızıdır, həm silinibdir, həm xəttlər çəkiliblər. Bu misrələri də bir-birindən ayırmaq üçün ortasında bir xətt çəkiblər. Bu da gözəl bir şeydir. Buradan da bir əks salaq ki, dövrəsində bəzi yerdə, məsələn, bu səhifədə çalışıblar bir dövrəsində də bir çarçivə kimi bir şey çəkərlər. Düz çəkə bilməyiblər. Əllə elə mənə tay çəkir və şeydir. Kitab amma gedibdir, kitab olub. Yəni burada da kitabın yenə cırıllığın burada nə oldu? Görürük ki, ortası da cırılmışdı. O tikan parçalar çıxmışdılar eşiyə. Mən kitabın fəqət özünün səhifələrinin əksini qoyacağam, o birisiləri qoymayacağam. Çünki onların kitaba dəxli yoxdur. Kitabın içində var. Təmmət sələvat. Burada bu təmmət çox mühümdür. Mən bunu oxumamışam. Məs sələvatı təmmət təmamə. Bundan sonra da ehtimalən yox, qutarmır. Hələ davamı var. Davamı çox imiş özü də. Və burada təmmət qutardı. Yəni iki yerdə təmməti var. Bu təmməti oxumalıyıq. Mən bu əksləri də verim şeylərə. Biraz rahatlaşaq. Neçəsə əksidir? 6 yox, 8 əksidən ibarətdir. Bu bura geçsin, eyni halda gəlsin bura. Orada da gördüm açıldı. Mən gedim görüm bu nə dedi. Bunu burada bağlayayım ki. Ehtimalən bunu icazə verdi geçsin. Ehtimalən bu da icazə verdi geçsin. Buna gələk. Burada da biraz o üzbüzülanda bu şeyin kompüterimizin zoru düşür zora və işi görə bilmir. Sadə bir işi görməyə zoru çatmır təəssüflə. Tamam. Biz burada görək bunu verdi. Yox, hələ verməyibdi. Göndərərik. Bunları hər zaman icazə versə göndərərik. O bizə çox fərq etməz. Kitabımızı oxumağa başlayaq. Görək ki, bu Zeynəb Xatun bizə nələr qoyubdur. Vəqfi də üstə yazıb. Qazışdan bu ikinci səhifədə vəqf sözün yazıbdır. Bismillahirrahmanirrahim. Dinlə indi, diqlə. İstəyirəm bunu, bunu da deyəm ki, indi bu kitab neçə yüz il bundan qabaq yazılıb, onu hələ feylən bilmirik. Bəlkə tapaq bunu bir yerdən bir dəlillə, bilək ki, bu hangi zamanda yazılıbdır. Heç olmasa bunu
şeydən də soruşa bildik. Burada bir şey yazılıbdır. Əlbəttə serial nömrəsi imiş. Dedim bəlkə buna bir tarix yazıblar. Bu hangi zaman yazılıb onu bilmirik. Amma diqqət buyurun. Bu Cağatayın təsirində yazılıbdır. Biz bunu görə bilirik. Dinlə indi siz, məsələn, ya diklə. Diklə indi siz şərh eyləyalım. Mevludun səbəbi söyləyalım. Hər kişi kim bu məclisdə otursa, indi yəni ehtimalən bu xanım şeiri oxuyur hamıya. Hər kişi kim bu məclisdə otursa, Rəsulun Allah sələvat gətirsə, Rəsulullahə sələvat gətirsə, eşidibən hər çox gözəl, yəni mən əlan elə bir bu xanımın səsini eşidirəm. Bir yerdə oturubdur. Ehtimalən çox böyük bir şəxsiyyətdir. Adamlar bunun evinə yığışıblar ya bir yerə yığışıblar. Bu şeiri oxuyur. Eşidibən hər məlkas gəlünlər ehtimalən. İndi bunun xətti ilə tanış olmaq çox, çünki kəlmələri ədədcə yazmayıbdır. Yəni dili danışıq dilicə yazıbdır. Eşidibən, məsələn, bu hər sözünün altında bir nöqtə vardı. Əcəba bu nə deməkdir? Ona istəyirəm görüm ki, nə olar? Eşidibən hər məlika gələnlər, Məhəmməd sələvat götürənlər. O lərdir, oradan o. Ehtimalən bu da hər mələklər. Həb olacaq. Eşidibən həb mələklər gəlünlər, Məhəmməd sələvat gətirirlər. Bu həb olacaqdır. Bilənlər bunun səvabın bulurlar. Əvindən niyyət edərlər, qalürlər. Məsələn, burada kalırlar, ehtimalən gəlirlər də ola bilər, ya qalırlar. Niyyət edib bu mevludu gəlincə, oturub, digləyib, öyrəncə, əvə varınca ehtimalən olsun. Biraz oxuması çətindir, bunu tanış olmaq lazımdır. Niyyət edib bu mevluda gəlincə, oturub, dinləyib, əv varınca, ehtimalən əvə varınca. Yəni oturarlar bunlardan və evə gedincə. Dinlə, indi oxudan necə olur? Hər adəmə başına bin səvab olur. Pək də oxuna bilər, amma min də oxuna bilər. Bu mən ona görə pək oxuram amma. Hər adamə başına pək səvab olur. Gəngi kişi kim oqudursa bunu, gəngi yəni hər kişi. Hər gəngi kişi kim oqudursa bunu, rəhmətə qərq olur, su biz cani. Olur. Burada bir şey oluruz, ehtimal olur ki biz cani, bilmirəm. Ehtimalən su biz cani oxunur, amma anlamıram nə ola bilər. Şu biz cani, bu bizim canımıza and içir. Rəhmətə qərq olur şu biz cani, and olsun bizim canımıza ki rəhmətə qərq olar. Mevlud üçün hər kim nemət edə, nemət bu da yəni bir şey hediyə eləyə, mevlud üçün verə. Mevlud üçün hər kim nemət edə, cənnət yarısın gülə-gülə gedə. Cənnətə
Yarısın gülə-gülə də. Yarısın yəni sabahları. Ehtimalən, yəni gələn gün. Gələn gün cənnətə gülə-gülə gedə. Dinlə indi o güdən necə olur? Hər luqmə başına pək savab olur. Qiyamət əşisi məhşər yerində. Mən əşisi oxuram, amma ola bilər başqa bir şey oxunsun. Qiyamət əşisi məhşər yerində səvabi kölgə olub anın anda. Kölgə olar, düşər onun başına. Mələklər, orada da mələklər oxumuşduq, düzdür. Mələklər anın səvabın yazarmaz. Dəftər edərlər hər ani, həb ani düzərlər. Dinlə mələklər dəftəri nədən ne dərlər? Dinlə mələklər dəftəri ne dərlər? Alırlar haqqı həzrətinə, alırlar haqq həzrətinə gedərlər. Mələklər Allah'a altırarlar ani, altərlər yəni təqdim elərlər ehtimalən. Mələklər Allah'a altərlər ani, uşaq qalır, o şəh qalır, mələklər o qur ani. O şəh qalır, mələklər o qur ani. Görərlər kim bunca savab içində. O güdən dinləyan yazısun anda. Ehtimalən yazsın anda. Oxuyan, dinləyan yazsın anda. Bu dəftər Cıqallah sonulur. Bu dəftərcik, bir dənə də əlbəttə vav kimisi var burada. Bu dəftərcik cəqər, bu dəftər cəqər. Dəftərəc beləsi oxunur gərək, çünki beləsi yazıbdır. Dəftər sunulur. Burada dəftərcək olacaq ehtimalən. Orada vav kimi yazılan şeydir. Ehtimalən qələm şeydir. Ya da mən oxuya bilmirəm. Bu dəftərcik Allah'a sunulur. O güdən dinləyan, yazan bilinir. Deyə Allah mələklərə iş edin. Deyə Allah mələklərə iş edin. Ya da eşidin yazıbdır. Nədənli gün var isə hər eşidin, ya da həb olacaq. Yenə də həb kimi yazılıbdır. Həb eşidin, işdən şayət də, amma eşidin yazıbdır. Səs qoyduğu üçün mən beləsi oxuram. Bunların ölüsünü, dirisini rəhmətə qərq eylədim cümləsini. Həbibim ol Muhammed hürmətinə rəhmət etdümə Muhammed ümmətinə. Ehtimalən bu da etdimdi, he izafə olubdur. Bəzi yerdə bu qələtlər, qələm hərəkəti ola bilər. Nə nemət gördülər billah bunu, mövlud onu dinləyə, günü, dünən və bugün. Geçmiş gün və bugün. Mövludun səvabı saqa göründən. Mövludun səvabı saqa göründən. Kör neden?
Kör nədən ehtimalən? Mövludun səvabı sənə ehtimal olacaq. Bu sanqa dedim o şeydən Cığatay dilinin hələf edilən şeyi əsl qalır. Mövludun səvabı sanqa gör nədən hər sələvatində pək güza gedər. Günah ehtimalən olacaqdır bu da. Hər sələvatində pək günah gedər. Salavatın səvabın mələklər alırlar. Qiyamətədək sanqa dəa qılırlar. Ol Həbibullah ki canlar canıdır, canıdır deyil, canıdır. Mevlud dinleyenlerin biz bir müdür belə bir şey oxuyuram. Başlayıram. Bayr müdür ya da besyar da istəyirəm oxuyum. Besyar müdür ola bilər. Bir əlifi məmdudə qoyub, şey qoymayıb. Yəni besyar halət yoxdur. Bayr beləsi oxunur, amma biraz orası uzundur. Hazreti Hakkı Teala rəhmət edər quluna, devlet anung ogunərkən buluna. Dünyaya gəldin, heç eşin bitmədi ehtimalən, bilmədi. Sən unuttun, uluma səni unutmadı. Ölüm, o mim de o cür yazıbdır. Sən unuttun, ölüm səni unutmadı. Nəql edərlər kim var idi bir vəli, adına dərlər idi Zeyd oğlu Əli. Burada Əlini düz yazıbdır. Yəni burada eyni ilə Əlini yazıbdır, orada əlif ilə yazıbdır. Ehtimalən bu xanımın savadı vardı ki, Əlini bilsin, onu burada yazım. Bunu yazım, o bəlli olsun ki, bu bilir, fərqin bilirmiş xanım. Yəni o bizim savadsızlığımızı göstərir və əcələmizi göstərir. Əl yazmanın 3-cü səfhəsində bu beytdə Əli sözü doğru yazılmış. Bu da onu göstərir ki, Zeynəb Xatun Əli sözünün ərəbcədə necə yazıldığını bilirmiş. Şeiri yazaq. Nəql edərlər kim? Nəql edərlər kim var idi bir vəli adına dərlərdi Zeyd. İndi burada Zeydi dal zeynən Zeyd oğlu Əli. Biz bunu beləsi yazdıq. Tamam, bunu da buradan göndərək. Bəlli olsun ki, biz şeyimizə, yazarımıza, kitabımızın yazarına
Xiyanət etmirik. Tamam, bunlar onlara məşğul olsunlar. Biz qeydaq kitabımızı oxuyaq. Var idi qonşusu bir xatun kişi, xeyr ilə ehsan idi anın işi. Cibi fəqir idi ya da ki fəqir idi ol yüzü qəmər. Bir gün ol xatun dünyadan etdi səfər. Burada indi 3 nöqtə kimi görsən, amma ətdi olacaqdır. Ətdi səfər. Səslərin qoyduğu üçün o adam bunu oxuyanda çox fərqli olur. Mən də mütəəssifanə çoxun bugünkü ləhcəmizlə oxuyuram və bu doğru deyil. Verdi bir salih oğlu, varidi yəni. Var idi bir salih oğlu, neknam, niknam həmən, niknam. Nək yaz burada, neknam. Lütf edi başdan ayağa tamam. Xeyri ehsan edəridi روز و şəb, haqq rizası, bu rizanı dəstəli zeynə yazıbdır. Dedim, bəzən mənim nəzərimə gəlir ki, bunun şeyi yoxdur. Haqq rizasını qılır idi tələb. İş bu fikr ilə yürürkən ol cavan, nə oldu? Ləhurdi bir od cəmaət nacahan. Burada bir nə bu ləhurdi nə olar bilmirəm. O cür yazılıbdır. Olar turdi bir od cəmaəvdə. Turdi bir əvdə cəmaət nacahan. Dəstəli T olacaqdır. Ləhurdi kim olur? Dəstəli T olsa mən bunu turdi yəni durdi. Bir əvdə cəmaət nacahan. Cəm olub məvlud o günər bir bər səfa ya da bürsəfa. Bürsəfa pur kimi. Bürsəfa canlar dən nuri eşqi Müstəfa. Ehtimalən canlərindən nuri eşqi Mustafa. Ehtimalən mən onu oxuya bilmədim. Ola bilər ki, canlərindən olsun. Ola bilər ki, bir ayrı bir şey oxunsun. Amma mən o cür canlar xudən də ola bilər. Xədən ya xudən ola bilər. Amma oxunmur. Mən canlərindən nuri eşqi Mustafa. Mevlud. Burada bir şeylər yazıbdı. Təəssüflə oxuya bilməyəcəyəm. Çünki üstü tazaşdan yazılıbdı. O nə yazılıb? O biraz tik xəttlər bir-birinin üstünə düşübdür. Mevlud ötü dillər yömlə gəldilər, bilmədim. Ehtimalən bu cümlə olacaqdır. Mevlud ötü dillər cümlə gəldilər, gözlərindən qanlı yaş oldu rəvan. Ah idi bən ağlədi, eylədi zar, mevludun onu canına etdi kar. 10 gecə yetdi anlərlə ol cavan, gördü kim qoymuş qiyamət nacahan. Çağırışıb dirlər firiştələr gəlin, cənnət girib şadıman olun. Cənnətə girib şadıman olun. Mevlud oxudanlar cümlə gəldilər, cənnətə girib şadıman oldular. Cənnət icrə görürlər bir ali güşədə, bir daxi olmaz onun əmsali. Köşkdə belə bir şey oxunur. Köşk ehtimalən. Əmsali köşk ola bilər, köşk oxunsun. Ana kərəm
Ana Kerem'in dilediği ol cavan. Ana girmek dilediği ol cavan. Dediler ana şimdi girme haman. İş bu köşke mevlud oğuden girer. Hakkı Teala dizren anda görer. Ehtimalən bu əliflər ki, əlif məqsurədir. Bunlar ya A oxunur, ya əlif oxunur. Çox yazılır. Hakkı Teala dizar Resul anda görür. Hakkı Teala dizar başlap buram. Dizar Resul anda görür. Başlapmadım. Hər halda kitabı oxumalıdır. Bu cür deyək oxumaq olur. Biraz mən zor çəkirəm. Bu əl yazmanın özündə yox. Kəlmələrin acaba ləhcə ilə oxumalıyam və ləhcədə nə cür oxunur, orasında biraz müşkül görürəm, amma bu kitabın gedək bir ayrı yerindən biraz oxuyaq. Zahirən bu bir dana şeir deyil, uzun. Yəni əlbəttə burada qırmızılarla yazılanlar görək nə mənədir. Burada bir qırmızı gördük, görək ki, Mevlud siz bulursiz oğudan necat, eşq ilə, dərd ilə edən əs-salat. Gəl indi dinlə can ilə bu nəzmi, qılalım yenə dildən söz əzmi. Əyan oldu cün ol kani kəramət, bulurdi aləm icrə çox kəramət. Ağlık Kabe oldum verdi vecde. Aklub Kabe oldum verdi vecde. Emine Hatun'un evine secde. Acaba bu nədir? Bu Emine Hatun kimdir? Biz bunu kitabı oxusaydıq, bəlkə görərsiniz bu Əminə xatun kimdir? Kitabın içində bəllidir ki, bir nağıl görür, amma bu nağıl əcəba kimdir, o mühümdür. Görüb Şeybə Şeybə Həzrət Məhəmməd görüb Şeybə o hali oldu xeyran. Məcali qılmədi kim qılə seyran. Rəvan olub həmən dəm Hemen dem yola gerdi. Amene Hatun'un evine vardı. Dedi göster bana ol padişahi. Neden şimden geru mehriyle mahi. Dedi ferman senin bilmezem ben. Dedi ferman senindir. Bilmezem ben. Dilersen ger içeriye görsen. Gapu icra qədəm bas bir çökerdi. Hemen dem bir üz sem'ine erdi. Bir avaz olabilir. Bir avaz. Burada bir Əlifi məmdudə qoyubdur. Kiçik bəzi əlifləri əlifi məmdudə, yəni kiçik bir əlif kimi yazır. Onu oxumurdum mən. İndi görürəm ki, onu oxumalıyam. Həməndən bir avaz səminə ərdi. Sədasından, yenə bu sədanın ağı əlifi məmdudədir. Yəni kiçik bir əlifdir dalın üstündə. Sədasından yıqıldı sınlə əflak. Yəqin qıldı kim ola zəhrası çak. Zəhrəsi həman zəhrası çak. Dedi xəşm ilə tur qəndi getirsən. Dedi xəşm ilə tur qəndə gedirsən. Hara gedirsən? Qoyarlar mı səni ni fikr edirsən?
Firiştələr qılır şimdi ziyarət, onun üçün Adəmə yoxdur icazət. Yer gün əhli cümlə qərşu gəldilər, ol rəsulə cümlə tacu tacdilər. Cümlə tacu tac, amma dəstəli tırnandı. Cümlə tacu tacdilər, taxtılar ehtimalən tacdilər ya tacdılar hamısı. Cümlə tacu tacdilər həm tac sahibləri həm də taclılar. Sacülər sacub sacülər saçanlar. Sacülər saçub etdilər ziyarət. Nisarilər qıldılar şahə təmamət. Dedilər budur ol məqbul həzrət. Ki bunda xətm olur olsudur. Ki bunda xətm olur sərdür nübüvvət. Əbəd ümmətləri ol sərdə dön, ol sürdür cənnət. Məqamə rozeyi gülbərrü cənnət. Cəhənnəmdən xilas olmay sərdür. Cəhənnəmdən xilas olmaya sərdür. Həqiqət olmayanlar aga ümmət. Ana, həman ana ümmət. Cəmi'i ənbiyaya, oliyaya bu sultan eydisər. Burada bir şey yazıbdır. Oxuya bilsəm əgər. Bəhr-ü şəfəqət belə bir şey oxunca, amma burada 3-4 dənə nüqtə var. Nə cür oxunacaq bunu bilmirəm. Əcəb mi aləmə şah olsa təmamət. Əlindən belə gəldi fe'li nüsrət. Gər sorsa cümləniz ani tamam şoq ilədi əs-salatu vəs-salam. Görürsünüz ki, beləsi bir şeirdir. Biraz oxumasında bəzən xəttinin yazılmasında qələmin də fərqi var. Qələmin ucu da ki vardı. O da bir müşküldür demək olar. Tilişkəli yazılar deyə bilərəm ki, daha var. Gedim bu kitabdan bir oradakı bir təmmət yazmışdı. Əgər oranı tapsam oranı oxuyayım. Aha, burada gəlmişdi. Bunu biraz bu səhifədən oxuyaq. Görək ki, bu təmmət, məs-sələvatı təmmət tamamə bu nə deməkdir? Yüz ağlığı nəsib eylə və ta türtə. Calibdir. Burada indi qələmin ucu bir cür olubdur ki, bilmirəm, redi ya nədir bu? Tərtə, belə bir şey görsən. Müstəqimdə səlamət ehsan eyləyə. Bu məclisdə amin diyan vəfa zər olan ibad Allah'a Müslümənin hər birinin dərunlərində olan ibadullah Müslümin muradlərin xeyr eyliyə və şər eyliyə burada gəlib. Eyliyə və şər şeytanidən əmin eyləyə mürğü və mürği ruhumuz bağı gülzar cemal. Və kazi nədir bu? Oxuya bilmirəm bəzi yerlərin vaqəən, bəzi yerlərdə
səslərdir, kəlmələrdir, qatıram bir-birinə, oxuya bilmirəm. Gedim bu şeirin axirini görüm oxuya bilərəm bunu. Dəxi ömrümü ziyad eyləyə və iki cəhanda qorquduğu qurguludan qorquluqdan əmin eyləyə və rəf'i və rəddi qəza qəbuli dua bəqa iman el-Fatihə mə'əs-sələvat təmmət tamamı. Burada bir şey, o şeirin biri qurtarıbdı ehtimalən, onu biz gördük. Əlyazının fərqi insanda bu qədər təsir qoyur ki, biraz mən indi ehsas edirəm ki, yorulan kimi oldum. Bunu görürəm ki, əlyazıda oxumayanda, adam rahat olmayanda bu gəlir. Burada indi məsələn yazıb ki, Turdilər fəxri cəhan ol bu səfa ehtimalən. Amma ola bilər ki, burada DH üstə olmuş olsun. Nədir bilmirəm. Acaba Mustafa ola bilər. Turdilər fəxri cəhan olub Mustafa, Mürtəzavu, Müctəbavu, Mustafa Tazaşdan. Qullərin cıqıb qəbrindən həman aldı Əlinin əlindən ol zaman ya nə aldı nuri qərq eylədi yəni nə aldı nurə qərq eylədi xoş misin qızım səfa gəldin dedi. Burada bir kəlmə silinmiş kimi olur. Türk ümdi verirken sərdi məmat baş tapıram nə olacaqdı? Şu dəmmat ehtimalən dəmməmat ola bilər. Türt imdi bu nə deməkdir? Türün imdi turun ola bilər. Yox o da deyil. Turun ola bilər. Turun imdi verirken şu dəmhat məhat əs-salat çağırın qəbləl məmat. Qəbləl-məmat. İlahi cümləmizi rəhmətündən ayraq etmə, iraq etmə o ali həzrətündən. Ali burada eyninlə yazılıb, düz yazılıbdır. Həbibin Müstəfanın hürmətinə ehtimalən belə oxunacaqdır. Həbibin Müstəfanın hürmətinə bu cümlə qullarına rəhmət eylə. Deyalım cümləvüz şoq ilə amin ki rəhmət eyliyə biz qulə yarin. İnnəllâhe yəğfiruz-zunubə cəmi'a innəhu huvəl-ğəfurur-rəhim. Kətəbəl fəqirul-həqir Zeynəb Riyazi. Təmmət təmamə bi'unillâhi el-Məlikül-Vəhhab. Təəssüflə bunun tarixi görünmür. Mən indi bu kitabın haqqında bir iş istəyirəm görək. Görək ki, əvvəl baxım görüm ki, bir saat yarımdır ki, məşğuluq bu kitabla ona. Bunu da göndərək əvvəl. Aha. O orada məşğul olsun bəlkə də. Bunu da göndərək. Bunlar yaddan çıxmasınlar. İndi gələk burada Tazaşdan bunun haqqında bir sual soruşaq. Siz bu əks
Nələrə baxarkən nələr görürsünüz, nələr anlayırsınız, təcziyə və təhliliniz nədir? Əcəba bu kağız və kağızın durumu, əlyazma, xətt, rəng, cövhərlərin rəngi, qələmin ucu, xəttin növü, və bizə bu kitabın yazıldığı tarix və çağ haqda bilgilər verərmi? Görək ki, buna nə deyəcəkdir? Bu çox önəmlidir. Bu suala ən azından bu iki dananın cavabını axtarmağa çalışacağım ki, görüm bu iki dana nə yazırlar buna. Biri ChatGPT, biri bu adı nədir bunun? Copilot. 4 dana ilə indi feylən çalışırıq. Gedək görək ki, əvvəl bu ChatGPT bizə nə deyir bu kitab haqqında. Bu çox önəmlidir bizə. Həm tariximiz üçün, həm də çox şeylər üçün bu kitab bizə məlumat verir. Bundan belə ki, çox kiçik bir kitabdır və bir xanım uzaq bir yerdə ehtimalən düz qələtliyində o şeylər. Əvvələn indi yazıb səfər ayının 25-idir. Qələt yazıbdır. Bu dəyərli və ərqəmli əlyazma haqqında açıqdığınız bilgilər verdiyiniz dərin kodiqolu poliqrafi və sənətşünaslıq baxışlarından asılı olaraq Osmanlı dönəmi qadınlarının mədəni və yazıçılıq tarixi baxımından böyük bir dəyər daşıyır. Burada quzatdığınız ehtimalən bilmirəm nə quzatdığınız nə deməkdir? Önəmli sorular artıq akademik və tarixi qaynaqlar əsasında bir yanaşır. Zeynəb Xatun müəllifliyi, katibliyi və ya şairlərin qaynağı. Son səhifədəki Kətəbəhu əl-Fəqir əl-Həkir Zeynəb Riyazi ibarəsi açıqca göstərir ki, bu xatun əlyazmanın nəssaxi katibidir. Məncə deyil. Məncə belə görmürəm. Bu elə savadına görə Kətəbəhu, yəni mən yazdım. Osmanlı klassik ədəbiyyatında katiblər özəlliklə nüsux ya xətt nəsx ilə əsər köçürənlər, nüsux nəsx xətti, nüsux ya nəsx xətti ilə əsər köçürənlər kətəbxanələr və ya vəqflər üçün bu cür ifa cümlələri işlədərdilər. Şeirlərin müəllifinə gəldikdə, Mövlud-i Şərif unvanı altında yazılan əsərlər ümumiyyətlə Süleyman Çələbinin əsərini xatırlatsa da, əlyazmanın mətni və dil özəllikləri diqqətlə incələnməlidir. Zeynəb Xatun burada müəllif deyil, əsərin katibi kimi çıxış edir. Ancaq mətn içindəki xəttin bir olması və hər kəlmənin hərəkətlənərək oxunaqlı şəkildə yazılması onun bu işə nə qədər böyük bir həvəs və diqqətlə yanaşdığını göstərir.
Hürs yaz və ehtimal hövsələ istirmiş yazsın. Osmanlıda qəsəbəli bir qadının savad və bilik düzəyi. Osmanlının ilk və orta əsrlərində özəlliklə bölgəsəl mərkəzlərdən uzaq qəsəbə və kəndlərdə qadınların sufiyanə və dini mətnləri köçürməsi onların yüksək savad səviyyəsindən xəbər verir. Katibin ərəbcə sözləri yazarkən bəzi imla xətaları etməsi onun ərəb dil bilgilərinin Anadolu türkcəsi qədər geniş olmadığını göstərir. İnsanlar ərəb əlifbasını öyrənəndə eşitdikləri səsləri yazılara köçürərkən fonetik yanlışlar etdilər. Bu da onun rəsmi bir mədrəsədən çox xanqah, tekke və ya ailə içindəki dini yerli öyrənimlərdən yaralandığını göstərir. Qoca Əli və ya Qoca Eli adı haqqında. Türkçədə Qoca Eli, Kocali, Anadolu tarixi bir bölgə və sucaq bir türk eli adıdır. Bugün İzmit ətrafında olan bölgə. Əlyazmalarda Qoca Əli şəklində əlif ilə yazılmasına gəldikdə, Osmanlı imlasında qaf hərfi ilə kaf hərfi çox vaxt qarışdırılır və ya qəsəbəli katibinin fonetik yazı tərzi olaraq qoca şəklində qələmə alınıb. Burada əlif hərfinin işlənməsi türkcənin özəl səsləndirilməsinə uyğundur və doğru şəkildə Qoca Əli olaraq oxunmalıdır. Amma məncə Qoca Əlidir. Qoca Eli ad inanmıram ki olsun. Zeynəb adı və dalzı hərfinin işlənməsi. İranda və fars dili mühitlərdə ərəbcədən gələn rz və dalzı səsləri birləşərək hamısı rz ilə yazılır. Məsələn, Zeynəb, Zülqərneyn. Zülqərneyn dalzı ilə yazılır əlbəttə. Lakin Osmanlı və klasik türk əlyazmalarında ərəbcədən gələn kəlmələr əsli imlası ilə yazılırdı. Zeynəb dalzı ilə xatun ərəbcə qramerindən və əsalətindən xəbərdar olduğu üçün adını dalzı ilə rz yox şəklində, yəni dalzı hərfi ilə yazmışdır. Bu da katibin ərəb əlifbasının kökünə və imla qaydalarına bağlılığını göstərir. Doğru olan və əlyazmada gözlənən şəkil də Zeynəbdir. Bəs dalzı ilə yazılmalıdır Zeynəb. Biz İranda fikirəm ki, rz ilə yazmırıq, dalzı ilə yazırıq, hə? Yadımdan düşmür indi ki, hangi z ilə yazırıq. Amma mən burada gördüm Zeynəb hangisi? Rz ilə yazanda nəzərimə belə gəlir. Riyazi və ya riyazi sözcüğü zat yoxsa dəstəlidir. Ərəb əlifbasında sad, zad, ta dəstəli t, va dəstəli z hərfləri türk dilinə keçəndə zaman qarışıb. Katibin öz soy adını və ya təxəllüsünü riyazi zad ilə və ya riyazi za ilə yazmasına gəldikdə Osmanlı uruzunda və ya yazılarında uzun əlif səsindən sonra, uzun a səsindən sonra gələn hərf dəstəli z-la ola bilir. Əgər təxəllüsü riyaziyyatdan gələn və ya riyazi ilə bağlı deyilsə, ümumiyyətlə klasik mətnlərdə riyazi şəklində yazılır. Ancaq əski əlyazmaların katibləri imla süstülüğündən ötürü nə deməkdir bilmirəm. Süstülüğündən ötürü, ehtimal bəzəməsindən ötürü zalı dəstəli z-la ni yerli yersiz dəyişdirə bilirlər. Burada əlyazma içindəki başqa sözlərə baxaraq
katibin bu iki hərfi necə işlətdiyini gözdən keçirmək gərəkir. Ümumi tədqiqatlarda bu təxəllüs riyazi zalına ilə ya da riyazi şəkildə oxunur. Kitabın əksini vermişik. Görək bu əksə görə nə deyəcəkdir. Bu qeyd etdiyiniz incə və dərin tarixi mülahizələr, kodikolo, paleografi və mətnşünaslıq baxımından əlyazmanın qaranlıq haqlarını aydınlatmaqda çox önəmlidir. Gətirdiyiniz nöqtələrə akademik və tarixi kökten yanaşaq. Kökten nə deməkdir? Zeynəb Xatun müəllifliyi yoxsa katibliyi? Son səhifədəki Kətəbəhül Fəqirül Həqir Zeynəb Riyazi ibarəsi əlyazmanın nəssaxi katibi olduğunu kəskin məncə yox. İndi şeirdən yazarıq buna, çünki şeiri yazmadığımız üçün bilmir. Şeir bəllidir ki, bir əşağa, yəni əşağa deməyək, kənd səviyyəsində, yəni köy səviyyəsində bir agah xanımın, düşüncəli bir xanımın əl yazmasıdır. Osmanlı klasik ədəbiyyatında katiblər özəlliklə nüsux ya xətt nəsxi ilə əsər köçürənlər kitabxanələr və ya vəqfələr üçün bu cür ifa cümlələr, tamam, buranı o demişdi, üstə təzəşdən tikir. Osmanlıda qəsəbəli bir qadının savadı bunu da üstə demişdi. Qoca Əli onu da demişdi. Zeynəb adı bunu da demişdi. Riyazini demişdi. Təzəşdən burada bir şey demir. Təkrar edib hamanları. 1400 ilin Səfər ayının 25'i yazıbdı ki, inanmıram bu doğru olsun. Bu önemli ve dikkatli, burada yazmıştık, biz ne yazmıştık? Bu xanımdan bir cümle yazmıştık. Bu önemli ve dikkatli gözleminiz Zeynəb Xatunun savad ve savadlanma düzeyi hakkında çok önemli bir elmi sənətdir. Əli sözcüğünün əsli özü sin ilə yazıbdı şey. Ərəbcə imlasına uyğun olaraq Eyn, lam, ye hərfləri ilə doğru yazılması katibin kəlmələri sadəcə eşitdici səslərə görə fonetik yazmadığını, bəlkə ərəbcə əsaslı kəlmələrin və xüsusi adların doğru imlasına agah olduğunu göstərir. Bu durum bunu aydınlaşdırır ki, məncə qələt indi bunu gedərək mən yazaram. Klasik səvad və imla agahlığı. Zeynəb Xatun raic ərəbcə və dini adları Əzim, Əli, Zeynəb əsl imlası ilə yazmaq bacarığına malik idi. Ərəbcə mətnlərlə tanışlıq. Bu məsələ göstərir ki, o Quran, ədiyyə və dini mətnlərlə birbaşa təmasda olub və bu adları göz bəlgəsi, bəsər hafizəsi ilə öyrənib. Bəlgə bu günlərdə bəllək deyirlər şeyə, hafizəyə, məsnui hafizəyə, yəni nə deyirlər, kompüterin kartlar var ki, onları hafizə deyirlər. Ehtimalən disk hafizəsi, nə bilim, bunlar hər halda. Onlara bəllək deyirlər. Burada o kəlməni işlədibdir. Bəlgə, bəlgəsi, bəsər hafizəsi ilə öyrənib. İmla xətalarının səbəbi, əgər bəzi yerlərdə imla dəyişikliyi və ya yadğıcı görünürsə, bilmirəm bu nədir. Bu onun kamilən səvadsız olduğundan deyil, o dövrün bölgesel yazı ədəbinin şəfahi rivayətlərdən köçürülmə etdiyindən və ya Türkcə özəllikləri ərəb əlifbasına tətbiq edərkən ortaya çıxan imla süstlüğünün sonucudur. Nəticə olaraq bu beytidəki Əli kəlməsinin dəqiq yazılışı Zeynəb Xatunun bir nəssaq və katib kimi bölgesel savadının və xətt ədəbinin zövqlü və düzgün olduğunu bir daha sübut edir. Əkslərə görək nə yazıbdır? Paylaşdığınız əkslər və verdiyiniz bilgilər əsasında bu Mövlud-i Şərif əlyazmanın kodikoloji, kitab fizikinin tarixi və paleografik xətt tarixi təhlilini aşağıdakı kimi səymələndirirəm. Kağız və durum. Paper and condition. Növ və vaxt. Əkslərdən göründüyü kimi bu noxudi rəngli və ehtimalən əlyaflı, çox güman ki kətan ya
pambıqdan düzəlmiş klasik Osmanlı kağızıdır. Kağızın kənarlarındakı su və nəm ləkələri Foxing and water damage və cildin çürüməsi kitabın uzun illər boyu nəmli, ehtimalən qədim bir kitabxana ya təkcə rəflərində qaldığını göstərir. Tarixləndirmə işarələri kağızın yapısına baxdıqda bu 18 ya 19-cu əsr Osmanlı kağızlarına çox oxşar. Cildin üzərindəki köhnə kağızı kötük və baft Osmanlı möhrələnmiş kağızlarını yada salır. Xətti növ xətt nəsx yazı xətti nəsx tərzi ilə yazılıb. Lakin bu hərfi bir xəttatın yox, bəlkə nəsx təliq cünə yazılır. Yəni Zeynəb xatun xətti öz əli ilə mədrəsədə öyrənilən rəsmi nüsxədən bir az daha rahat və yumşaq yazıb. Hərəkələmə vocalization bütün kəlmələrin hərəkətlənməsi bu kitabın telmid oxuma, öyrənmə məqsədi ilə yazıldığını göstərir. Katib oxuyanların yazıya qələt baxması üçün bu qədər diqqət göstərib. Bu 18-ci əsrin sonu və 19-cu əsrin başlarında xaslıqla qadınların və öğrencilərin oxuması üçün hazırlanan mətnlərdə çox görünür. Cöhər və qələm, rəng və keyfiyyət. Cöhərin rəngi ovucu qəhvəyə çalır. Baxaq buna, mən bu qəhvəyi görmədim. Kamil qərədir. Qəhvəyə çalmır. Bəzi yerdə ki, rəng qutarır qələmdən, rəngin yəni şeyi azalır qələmin ucunda, orada biraz rəng azalır, amma şeyə çalmır. Qəhvəyə çalmır. Qələmin ucu çox incə. Aha. Cöhərin rəngi ovucu qəhvəyə çalır və dəmir qalaqlı iron calling kimi görünür. Bu cür cöhərlər zamanla kağızı bir az yeriyə bilir və uçlarda nüfuz edir. Qələm. Qələmin ucu çox incə deyil, orta qalınlıqdadır. Güman ki, qəsb qələm. İncə və qalın sətirlərin arasındakı değişim qələmin ucunun doğru və titrəməzdən istifadə olunduğunu göstərir. Məncə bunlar doğru deyil. Təhlil və sonuc. Çağ. Yazı tərzi, hərəkələmə sistemi, kağızın keyfiyyəti, Zeynəb xatunun bu mətni vəqf etməsi, təkcə və ya şəxsi vəqf məni bu nəticəyə çatdırır ki, bu əlyazmanın təxmini 1200 ta 1300 hicri arasında yazılıb. 100 ildə ara qoydu. Sayaqı təhlil. Bu kitab bir rəsmi divan ya sultani kitab deyil. Bu bir xalq əlyazmanıdır. Qəsəbəli bir qadının öz əli ilə, səmimi bir dil ilə və dini bir eşq ilə yazdığı bu əsər o dövrün qadınlarının ədəbiyyat dünyasına baxışını əks etdirir. Nədir oldu? Burada acaba istəyir desin ki, yazan budur. Burası çox mühümdür. Vəqf yazısı. Qoca eli vəqfinin yazılması kitabın bir ailə mirası olduğunu göstərir. Yazıların altında yazılan latin hərfləri güman ki, sonralar kitabxanaya gəldikdə ya da araşdırmacılar tərəfindən qeyd olunub, çünki əlyazmanın əsl mətninə uyğun deyil. Qıssaca desək, bu əlyazma Osmanlının son dövrlərinə aid səmimi təlim-tərbiyə məqsədi ilə yazılmış və bir qadının dini-mədəni fəaliyyətinin nə qədər yüksək olduğunu göstərən nadir bir tarixi sənəddir. Kağızın durumu çətin olsa da xəttin oxunaqlığı bu əsərin gələcək nəsillərə çatdırılması üçün hələ də çox dəyərli olduğunu göstərir. Burada qutardı bunun yazması, amma məncə
səhv eləyir, doğru yazmayıbdı. Mən bu kitabdan gedim o birinci səfhədən ki, xitab edir qulaq asanları gəlin qulaq asın, o səfhədən bir şeylər yazaq. Ta bu biraz bizə qabili dərk olsun. Deyək ki, məncə bu əlyazmanı bir qəsəbəli xatun həmidə o qəsəbə türk dilinin ləhcəsində yazıb, niyə ki yazılarında belə görünür ki, bu xanım bir mövlud məclisində əyləşib və qulaq asanlara xitab şeirlərin fil-bidahə dilə gətirir. Bəlkə sonralar həmən sözləri qələmə alır, ya da ki şeirləri o halda yazır ki təsəvvüründə dinləyicilər onun qarşısında oturublar. Görək nə yazır? Bu əlyazmanın ən başından bir neçə beytlə tanış olaq. Tamam. Bismillah. Eyni şeir kimi yazıbdır. Ər-Rəhman, Ər-Rəhim. Bu deyil. Bunu biz qoyuruq ki, beləsi yazsın. Diklə. İmdi sizə bunların səslərini qoyamıram ki, sizə hərci qoyacağım bunun səsin. Sizə şərh eləyalım. Sizə şərh əyliyalım özdə. Əyliyalım. Mövluddən, məvludun savabını söyləyalım.
Sö Söyle yalım. Söyle yalım. Her kişi kim? Her kişi kim? Bu mec bu mecliste otursa Resulullah'a salavat getirsə Resulullah'a salavat getirsə eşidü ben. Əşidü ben əlbəttə. Ə şi du əşidü əşidü ben. Həb mələklər gəlirlər. Mələklər gəlirlər. Muhammedə salavat gətirirlər. Bilenler bunun sevabını bilirler. Bilenler bunun sevabını bilirler. Bilirler. Evinden işte evinden niyet ederler. Kalırlar. Kalırlar ehtimalen kalırlar hemen. Niyet edip bu mevluda gelince niyet edip bu mevluda gelince oturup dinleyip eve varınca oturup bekleyip
ve ave va varince iki tane de beyt yazsaq ben. Dinlə indi, diklə indi, oqudun necə olur? Uqu. Dinlə indi, oqudan, necə olur? Hər Adəm başına, hər Adəm başına pək savab olur. Savab olur. Gəngi kişi. Gəngi kişi kim? Oqudursa bunu, oqudursa bunu rəhmətə qərq olur şu biz cani. Rəhmətə qərq olur şu biz cani. Biz bu beytləri oxurkən bu xatunu göz önündə təsəvvür edə biliriz ki, çox səmimi və o bölgə türk ləhcəsi ilə şeirlərin yazır. Ondan dolayı da əlyazmanın sonundakı kətəbəhu əl-fəqir əl-həqir Zeynəb Riyazi sözü şairin öz sözlərin kitaba tökdüyündən xəbər verir. Aynı halda bəzi səfhələrdə şairin ruhu durumuna görə sətirlər düz xəttə getmirlər. Bəlkə
sətrin başdan sonuna tərəf əl yazma üzü aşağı axmağa başlar. Görək ki, buna nə deyəcəkdir? Biz bunu buradan kopya eləyək, bu birisilərə də qoyaq. Bunlarda da o cür bir təsəvvür olsa. Məmulən bu gərək bu şey yaxçı yazsın, amma mən onu oxuya bilmirəm. Çünki o ərəb əlifbası ya türk ərəb əlifbası ilə yazmağı başarmır. Mən də biraz çətinliyə düşürəm onu oxuyanda. İki saata yetirmişik. Elə bu günləri bunu oxusaq yaxçıdır. Biraz da yox, gedək eləcənə bunu oxuyaq. Bu görək ki, nə dedi və sonra bu günü qutaraq. Aha, şeiri burada yazmışıq. Gətirdiyiniz bu dərin və həssas dəyərləndirmə əlyazmanının ruhunu və yazılma canını tam şəkildə aydınladır. Sənin bu gözəl və bədii gözləmin əsərə bir katibin görgörcəsinə köçürülməsi kimi yox, bəlkə bir canlı ifa və ya dərin rəvanşünaslıq və atifi bir hal kimi yanaşır. Bunları bir şəkildə açaq. Bu şəkildə açaq. Filbədahə ifa və dinləyiciyə xitab etməli haləti. Beytlərdəki dinlə indi sizə şərh eyləyalım, dinləyin indi sizə şərh eyləyəlim və hər kişi kim bu məclisdə otursa, kimi ibarulər həqiqətən həm minbərdə oturmuş bir vaizin, həm də Mövlud məclisində dövrəsindəki insanlara səslənən bir şairənin halını göstərir. Yazıcı ya şeirləri bu məclis isnadə filbədahət dilə gətirib, ya da o məclisin istisi və həyəcanı ilə bağlı olaraq onu aynən belə bir zehn fəzada qələmə alınıb. Bölgəsel türk ləhcəsi və səmimi dil. Bu əsərin rəsmi, quru və divan ədəbiyyatı qalıblarından uzaq olması onu daha gözəl və canlı edir. Qəsəbəli bir xatunun öz əlinin, öz bölgəsinin türk ləhcəsi ilə xalis və ortaq sözlərdən istifadə edərək yazması mətni çox samimi və ürəkdən edir. Mən ürəkdən oxudum, bəli. Zeynəb Riyadinin öz şeirlərini və ya dinlədiklərini bu səmimi dillər tökdüyü, düzəltdüyü ya qələmə alıcığı açıqca görünür. Ruh durumuna görə sətirlərin axması. Paleografik ruhu. Qeyd etdiyin nöqtə, yəni şairin və ya katibin ruh halına görə sətirlərin düz xəttdən çıxıb sətrin başından sonuna doğru aşağı axması paleografi və yazma sənətində ən əsərli və nadir görüşlərdən biridir. Bu, yazarın yazı yazarkən keçirdikləri coşkunu, hüzünü və ya yazma fiziki halının yorğunluq, vəcd və ruh halini kağız üzərinə necə yansıdığını göstərir. Bu imza mətn çap olunmuş bir kitab deyil, tamamilə qan-can ilə yazılmış fərdi bir əsər olduğunu sübut edir. Siz bu şeirlərə baxdıqda mənim düşüncələrim
Lərimə qarşı bir mövqe tutun və o xatunun yazar yox nəssah olduğunu müdafiə edin. Əlbəttə, əgər buna dəlil bulsanız. Əlbəttə, bunu yazmağa ehtiyac yoxdur. Qoyun deyək ki, bu bizə qarşı dəlili varsa gətirsin də. Bu burada məşğul olsun, görək ki, nə dəlil gətirdi. Sındırdığınız bu dərin dəyərləndirmələr və göstərdiyiniz əkslər qarşısında sizin Zeynəb xatun bu əsərin şairi yox, bəlkə təkcə katibi nəssahı olduğunu göstərişi şəkildə dəstəkləyirəm və bu baxışı aşağıda, yəni mənim üçün deyir. Zeynəb xatunun bu əsərin şairi yox, bəlkə təkcə katibi nəssahı olduğu görüşü nöqtəti şəkildə dəstəkləyirəm və bu baxışı aşağıdakı dəlillərlə müdafiə edirəm. Kətəbəhu Riyazi sözcüğünün mənası əlyazmanın son səhifəsində açıqca Kətəbəhül Fəqirül Həkil Zeynəb Riyazi yazılıb. Klasik İslam və Osmanlı mətnşünaslığında kətəbəhu yazdı, qələmə aldı feili heç vaxt müəllifə aid edilməz. Bəlkə sırf katibin və nəssahın öz işini göstərmək üçün işlədildiyi istilahdır. Başqa klasik mövludlar bənzərlik beytiyə oxuduğumuz beytlər, məsələn, dinlə indi sizə şərh eləyalım mövludun savabını söyləyalım. Ümumiyyətlə Süleyman Çələbinin və ya ondan öncəki Ənib Əli və Bəzmin Sultan kimi klasik mövlud müəlliflərinin əsərlərindəki qaliblər və sabit mətnlərdir. Zeynəb xatun bu şeirləri filbədahə deyil, qarşısındakı əski bir nüsxədən köçürülmüş hərəkətləmə və təlimət xəsisəsi. Əlyazmanın bütün kəlmələrinin üzərinə dəqiq düzənlə bu ki dedi, onu biz indi bunu çəkək. Əcəba Zeynəb xatunun yazdıqları misraları və beytləri başqa mənbələrdən bula bilərmisiniz ki, bu beytlər eynən ya bir az fərqlə başqa ad çəkdiyiniz şairlər tərəfindən yazılmış və Zeynəb xatun onlardan birinin üzərindən nəsx istinsaq edir. Görək ki, bunu tapa biləcək ya yox. Bu burada buna məşğul olsun, qalanları çox önəm daşımır. Gedək görək ki, bu nə yazır? Bu biraz daha araşdırır, ChatGPT dərin araşdırır. Mən görürüm ki, bunun əkslər buradadır. Əkslərdən öncə bir şeylər yazmışdıq. Görək onlara nə yazıbdır? Xülasə oxuyaq.
بله این یادداشت بسیار مهم است و از نظر نسخه شناسی چند نکته را باید از هم جدا کرد. بر اساس عباراتی که شما خوانده اید من فعلا زینب زینب را مؤلف اشعار نمیدانم، بلکه به احتمال زیاد کاتب ناسخ نسخه میدانم. عبارت پایانی کتب الفقیر الحقیر در سنت نسخه نویسی قرینه بسیار قوی برای معرفی کاتب است. کتب الفقیر الحقیر زینب ریاضی چه میگوید؟ اگر قرائت شما از پایان نسخه دقیق باشد، کتب الفقیر الحقیر زینب ریاضی، ساختار جمله روشن است. این را بنده فقیر و حقیر زینب نوشت. بنابراین زینب در اینجا تقریبا مسلما کاتب ناسخ نسخه است، اما این عبارت به تنهایی ثابت نمی کند که اشعار مولود را نیز خود او سروده است. برای اثبات شاعری باید در متن تعابیری مانند نظمه، تخلص شاعر یا قرینه دیگری پیدا کنیم. در نتیجه در فهرست نویسی فعلا بهتر است بنویسیم ناسخ زینب ریاضی. ریاضی نگه علامت سوال بوده. مؤلف nazım نیازمند بررسی متن. Zeynep ya Zeynep hangisi düzdür? Biri dal Zeynep yazıp biri R Zeynep. Suret معیار عربی نام بدون تردید ر زینب yazılır است، نه دال زینب. بنابراین اگر در نسخه واقعا زینب نوشته شده باشد این یک املای غیر معیار یا خطای کاتب است. اگر خطای کاتب olsa onda katip niye baka qələt yazır ki? Həm də adı. Yəni öz adı niye qələt yazır en azından. اما همین خطا بسیار ارزشمند است. نباید فوراً آن را دلیل کمسوادی زینب بدانیم. در نسخه های عثمانی به خصوص نسخه های غیر درباری و محلی اختلاط حروفی که در تلفظ ترکی به هم نزدیک شده اند میتواند رخ دهد. از یک خطای ز و دال ز نمیتوان نتیجه گرفت که او عربی نمیدانسته یا سوادش پایین بوده است. اتفاقا اگر تمام یک کتاب 101 صفحه‌ای را با اعراب گذاری منظم نوشته باشد این خودش نشان دهنده سطح قابل توجهی از سواد کتابت است، حتی اگر املای عربی او همیشه مطابق معیار مدرسه‌ای نبوده باشد. گوجه علی کاملا میتواند درست باشد. اینجا نکته جالبی پیدا کرده اید. اگر نوشته واقعا چیزی مانند گوجه ایلی یا گوجه علی باشد لزومی ندارد آن را یک عبارت عربی یا فارسی بدانیم. گوجه علی در عثمانی به صورت گوجه ایلی ثبت شده و نام آن به کجا مرتبط است. منابع لغوی عثمانی نیز همین صورت را ثبت می کنند. پس در این مورد عین اصلا لازم نیست. یعنی عینن حرف عین علی sözü. یعنی کجا ایل دیا علی. و بنابر این احتمال اینکه نوشته به کجا علی اشاره داشته باشد جدی است. این موضوع برای تعیین منشأ جغرافیایی نسخه نیز میتواند بسیار مهم باشد. گرسونلی را هم باید با احتیاط خواند. صورت شما گرسونلی ممکن است بازتاب املای عثمانی کورشونلو یا کورشونلو باشد، اما بدون دیدن همان صفحه نمیخواهم آن را قطعی کنم. اگر عبارت در اصل چیزی شبیه گرسون ساتنان گرشونلو bir kurşunlu bir de gerşunlu bir de gersunlu باشد احتمالا یک نسبت مکانی است. اهل ساکن کرشونلو. در آن صورت ساختار عبارت ممکن است اطلاعات نسبی بسیار مهمی درباره زینب و خانواده‌اش بدهد، اما درباره امی باید بیشتر احتیاط کنیم. این قسمت را هنوز نمیتوانم با اطمینان چنین تفسیر کنم که امی نام یک زن و دختر زینب، زیرا در وقفنامه و یادداشت‌های مالکیت ترکیب‌های نسبت، مالکیت و وقف ممکن است بدون نقطه‌گذاری پشت سر هم نوشته شوند. حتی امی ممکن است بخشی از واژه یا عبارت دیگری باشد. بنابراین فرضیه شما جالب است، ولی برای ساختن این شجره کجلی، زینب، امینه، امی هنوز مدرک کافی نداریم. ریاض یا ریاضی از نظر واژه شناسی صورت معیار. ریاضی زالının yazılır, dəstəli zının yazılmır. Yəni با زاد نوشته می شود. اگر
مقصود تخلص یا نسبت برگرفته از عربی ریاض یا ریاضی باشد، نوشتن ریاضی با زال املای معیار نیست. اما یک احتمال مهم دیگر هم وجود دارد. ممکن است ما اصلا کلمه را اشتباه خوانده باشیم. ریاضی میتواند تخلص نسبت لقب یا نام خانوادگی انتسابی باشد و شکل حروف در دست خط نسخه باعث اشتباه میان زاد و زاد باشد. بنابراین در ملحظه فعلی در مقاله یا کاتالوگ می نوشتم زینب ریاضی، در نسخه ظاهراً زینب ریاضی، و اصل صورت نسخه را نیز عیناً حفظ می کردم. مهمترین نتیجه تاریخی نسخه به نظر من کشف اصلی شما فعلا این نیست که یک زن کم سواد مولود نوشته است. نتیجه دقیق‌تر و بسیار جالبتر این است ما ظاهراً با یک نسخه عثمانی از مولود شریف روبرو هستیم که کاتب آن زنی به نام زینب بوده است. اگر این قرائت با تصاویر تأیید شود، از منظر تاریخ سواد زنان، کتابت زنان عثمانی و فرهنگ دینی محلی ارزش پژوهشی دارد. حتی اعراب گذاری تقریبا همه کلمه به کلمه‌ای که شما توصیف می‌کنید می‌تواند سرنخی باشه که نسخه برای قرائت صحیح مولود توسط افرادی تهیه شده که لزوماً آموزش پیشرفته عربی نداشتند. و یک نکته دیگر، عنوان مولود شریف الزاماً ثابت نمی‌کنه که متن همان وسیلة النجات سلیمان چلبی است. باید چند بیت آغازین و پایانی را مقایسه کنیم تا هویت اثر مشخص شود. اگر عکس صفحه اول، یکی دو صفحه از اشعار و مخصوصا صفحه آخر حاوی کتبه الفقیر الحقیر را بفرستید، می توانیم مرحله بعد را بسیار دقیق انجام دهیم. من عبارت وقف را کلمه به کلمه بازخوانی می کنم. نام زینب و ریاضی یا ریاضی را از نظر پالئوگرافی بررسی می کنم و بعد می کوشیم ناسخ، واقف، محل نسخه و حدود تاریخ کتابت را از خود نسخه استخراج کنیم. من اولا رو جندر میشم. بله، با دیدن این 8 تصویر چند نکته‌ای که پیشتر فقط فرضیه بود اکنون بسیار روشن‌تر شده است. مهمتر از همه این نسخه از نظر تاریخ کتابت زنان عثمانی واقعا قابل توجه است. زینب تقریبا قطعا کاتب این نسخه است. در تصویر صفحه پایانی در پایین ستون چپ عبارت جداگانه دیده می شود که من آن را چنین می خوانم: کتبه ریاضی. اما در خواندن تمام کلمات این سطر هنوز باید محتاط بود. آنچه مهم است وجود صریح کتبه است. کتبه در اصطلاح نسخه شناسی یعنی آن را نوشت، کتابت کرد. بنابراین اگر نام زینب در همین عبارت انجامه قرار گرفته داشته باشد، نقش او ناسخ، کاتب است، نه صرفاً مالک کتاب. پس در توصیف علمی نسخه فعلا میتوان نوشت کاتب ناسخ زینب ریاضی دقیقاً علامت سوال. مؤلف یا ناظم هنوز نیازمند تعیین هویت متن. از این عبارت به تنهایی نمیتوان نتیجه گرفت که زینب شاعر مولود نیز بوده است. اما یک نکته مهم، من دیگر کمسوادی زینب را فرضیه خوبی نمیدانم. تصاویر میانی این موضوع را تغییر میدهم. کسی که این نسخه را نوشته توانایی نسبتاً جدی در کتابت داشته است. متن در 2 ستون نسبتاً منظم نوشته شده، وزن و ساختار منظوم را رعایت کرده، عبارات عربی متعدد را وارد متن کرده، بسیار از واژه‌ها را با حرکات و علائم آوایی مشخص کرده و بیش از 100 صفحه را با شیوه‌ای نسبتاً ثابت کتابت کرده است. بنابراین چند غلط املایی احتمالی مانند زینب به جای زینب یا ریاضیده و یالزان برای اثبات کمسوادی کافی نیست. بهتر است بگوییم کاتب احتمالاً آموزش رسمی سطح بالای خوشنویسی نداشته، اما یک زن باسواد و قادر به استنساخ متون دینی ادبی ترکی بوده است. این تمایز مهم است. 3. خط نسخه نیز جالب است. این خط دیوانی یا نسخ تعلیق رسمی نیست و نسخ کتابخوانی بسیار حرفه‌ای هم محسوب نمی‌شود. به نظر من باید آن را در خانواده نسخ عثمانی عامیانه محلی نسیح کرماسه بررسی کرد. ویژگی بسیار مهم همان چیزی است که شما متوجه شده اید: حرکت گذاری فراوان برای نشان دادن تلفظ ترکی.
این کار احتمالاً کاربرد علمی داشته است، یعنی کتاب فقط برای خواندن با چشم نوشته نشده، بلکه ممکن است برای قرائت مولود در مجالس تهیه شده باشد. حرکت‌ها به خواننده کمک می‌کرده اند واژگان را درست ادا کند. زینب یا زینب. اینجا نظر شما درست است که باید میان صورت موجود در نسخه و صورت معیار اسم فرق بگذاریم. صورت عربی صحیح زینب است. اگر کاتب در نسخه واقعا دال با دالز نوشته باشد، در تصحیح علمی نباید آن را پنهان کنیم. مثلا زینب مساوی زینب می نویسیم. اما این لزوما به معنی ندانستن عربی نیست. در متون ترکی عثمانی غیر رسمی املای عربی همیشه به یک اندازه استاندارد نبوده است. درباره ریاضی اینجا بسیار محتاط باشیم. باید بسیار محتاط باشیم. صورت عربی معیار واژه ریاضی با زاد است، زیرا ریاض ریاضی می آید. از ریاض ریاضی می آید. ریاضی با زاد از نظر املای معیار عربی صحیح نیست. اما در تصویر آخر شکل حرف به اندازه‌ای نیست که من بدون بررسی تصاویر اصلی نسخه حکم قطعی بدهم چه حتما ذا نوشته شده است. بنابراین برای فهرست نسخه پیشنهاد میکنم فعلا بنویسیم نسبت ریاضی قرائت نام نسبت نیازمند بررسی بیشتer. Ki məncə aydındır. Yəni ehtiyacı yoxdur ki, onun üstündə hətta şək eləyək. Çünki həm Zeynəb, bunu tərsə tutdum. Həm Zeynəbi səfəni yekəldirəm. Biraz gəlim qabağa. Əlbəttə bir 13 səfə gələcəm qabağa. Burada. Zeynəbi o qədər böyük yazıbdır ki, ehtiyacı yoxdur. Biz bunu Zeynəbi və əlbəttə o dal z'də ola bilər rez olsun. Bunu da görə bilərik. Çünki ola bilər r bir zərrəcan girdə yazıbdır. Amma riyazi daha kamilən düzdür. Yəni onu beləsi görmək olar. Kitabın əvvəlində nə cür yazılmışdı ona baxın. Burada da dal kimi yazıbdır. Yəni r kimi yazmayıbdır. R ayrı cür yazır. Baxın r'ləri beləsi yazır. Məsələn burada Şərifin reyi, Rəhmətin reyi, Təqsirin reyi, Yəğfirunun reyi, bunlarda reyi görürük, reyi fərqli yazır. Amma dal z'yi burada görürük ki, dal z yazıbdır. Onu da görürük. Yəni bu cür deyək, reləri başa məsələn Qəfur Rəhim, orada da reləri fərqli. Amma zunub sözünə baxanda Yəğfirullahu zunub, burada zunub sözünə baxanda dal z'yi görürük beləsi yazıbdır. Bu z-la bənzərliyi var. Əlbəttə burada biraz o xəttin, əvvəlki xəttinlə bu xəttin biraz fərqi var. Yəğfiru zunubunla yazdığı xəttin üstəki Qoca Əli kəliməsi Zeynəbün onunla biraz fərqi var. İndi qeydaq yenə görək bu nə yazıldı. Mən bunu əlbəttə niyə dəyişdirmişəm bilmirəm. Bunları gəldik, Qoca Əli o filan, bunları gəldik. Əksə baxırdı burada, ya yox? Əksə baxdı, fikirlərim. Bəli, əksə baxıbdı, əkslər deyir. Xətt nüsxə نیز جالب است. این خط دیوانی فلان oxuduq, buranı oxumuşuq, Zeynəbi də oxuduq, Katibi də oxuduq, Riyazini də oxuyurduq, gəldik bura. Zeynəb ریاضی فلان. درباره کوجه علی نکته شما بسیار مهمتر از چیزی که ابتدا به نظر میرسد. کوجه علی یک نام کاملا ترکی است و کجا هیچ ارتباطی با عربی عین ندارد. صورت عثمانی میتواند چیزی در محدوده کوجه علی باشد. بنابراین اگر عبارت آغاز نسخه واقعا کوجه علی باشد این غلط املایی نیست. حتی ممکن است سرنخی جغرافیایی برای محل زندگی خانواده زینب یا محل کتابت نسخه باشد. برای تعیین دقیق آن باید یادداشت وقف صفحه نخست را حرف به حرف بازخوانی کنیم. جلد ادعای شما درباره آسیب آب و رطوبت را کاملا تایید می‌کند. تصویر جلد و صفحات نشان می‌دهد نسخه آسیب جدی دیده است. لبه‌های اوراق دارای لکه‌های گسترده آب هستند. در قسمت‌های بالایی و پایینی تغییر رنگ و تخریب کاغذ دیده می‌شود. جلد اصلی شدیداً فرسوده شده، روچش در بخش‌های بزرگی از بین رفته و مرمت تقویت پارچه‌ای نیز دیده می‌شود. اما نکته جالب همان است که شما گفتید. بدنه
نوشته ها کاملا نسبتا خوب باقی مانده است. در بسیاری از صفحات آسیب بیشتر در حاشیه ها و متن مرکزی هنوز قابل قرائت است. یک کشف دیگر در تصویر صفحه نخست. مهر برچسب کتابخانه در پایین صفحه مشخص است و شماره ای şabihe falan yazma bağışlar dedik. Bu da kitabxanada qalır. Əgər səhv eləməsəm biz dedik ki, bu Osmanlıda Süleymaniye kitabxanasında qalır. این برای پژوهش بسیار مهم است چون به ما امکان می‌دهد رکورد رسمی نسخه در سلیمانیه یازما اثر کتابخانه‌ای را پیدا کنیم. اگر رکورد دیجیتال کتابخانه را پیدا کنیم ممکن است نام اثر، شماره مجموعه، تاریخ تقریبی ناسخ و اطلاعات فهرست‌نویسی را با قرائت خودمان مقایسه کنیم. نتیجه فعلی: با این تصاویر من شناسنامه موقت نسخه را چنین می‌نویسم: عنوان مولود شریف، زبان ترکی عثمانی، الفبا عربی عثمانی با حرکت گذاری گسترده، نوع منظوم متن دینی مولود، خط نسخ عثمانی ساده محلی نیازمند تعیین دقیق‌تر، کاتب زینب ریاضی قرائت نام نیازمند تثبیت، مؤلف ناظم هنوز قطعی نیست، محل نگهداری سلیمانیه الیازما یازما اثر کتابخانه‌ای، مجموعه شماره قابل مشاهده الیازما فلان ظاهرا، وضعیت آسیب شدید رطوبت آب، جلد بسیار فرسوده، متن عمدتا خوانا، اهمیت ویژه نسخه ای از یک متن ترکی دینی که ظاهرا توسط یک زن کتابت شده است. به نظرم مرحله بعد بسیار ارزشمند است. رکورد رسمی را در فهرست سلیمانیه پیدا کنیم. الیازمada o şeir ki yazdıq görək onun haqqında nə deyir. آها deyir ki بله این شاهد بسیار خوبی است و تحلیل املای نسخه را دقیق تر می کند. بیتی که شما از صفحه سوم خواندید نقل ederler kim var idi bir veli نقل ederler kim var idi bir veli adına derlerdi Zeyd oğlu علی را می توان در ترکی امروزی تقریبا چنین آوانویسی کرد. نقل ederler kim var idi bir veli adına derlerdi زید oğlu علی. نکته اصلی دقیقا همان علی است. اگر همان کاتب سراسر نسخه این بیت را نوشته باشد نشان می‌دهد که او می‌دانسته نام عربی علی با عین شروع می‌شود. بنابراین اگر در یادداشت آغاز نسخه نام مکان دیگری را با الف یا آ نوشته باشد دیگر نمیتوان به آسانی گفت که علت آن ندانستن حرف عین بوده است. همین مسئله درباره زینب هم جالبتر است می شود. اگر کاتب در جاهای دیگر هر حروف عربی را درست به کار برده نوشتن زینب به جای زینب میتواند ناشی از سنت املایی شخصی، تلفظ محلی، لغزش کتابتی یا حتی قرائت نادرست ما از شکل حرف باشد. نه lüzumen bir sefer. Şimdi ben onu gösterdim ki R'yle Z'yle dal Z'in çok farkı var yazıda ama orada dal Z yazıbdı. Hatta در همین بیت یک شاهد دیگر داریم ولی واژه‌ای عربی است و ظاهرا به صورت قابل شناسایی نوشته شده است. علی نیست درست است. پس فعلا بهتر است درباره زینب خاتون بگوییم. او کاتبی باسواد بوده که با خط عربی و بخش مهمی از املای واژگان عربی آشنایی داشته. اما شیوه املای او الزاماً با املای معیار و مدرسه عربی یکسان نبوده است. یک نکته بسیار مهم دیگر هم هست. صورت زید که شما خوانده اید احتمالاً باید دقیق از تصویر بررسی شود. زیرا نام مورد انتظار در ترکیب oğlu علی میتواند زید رز باشد که burada da onunla yazıbdı. O değil. اگر کاتب آن را نیز با دال ز نوشته باشد آن وقت تکرار ز در زید و زینب دیگر یک اشتباه اتفاقی ساده به نظر نمی رسد بلکه می تواند که نشانه یک عادت املایی مشخص کاتب باشد. این برای شناخت دست زینب بسیار ارزشمند است. Burada indi bu 3-cü səhifədəydi o şey. 3-cü səhifədə burada Zeynəb Zeyd, bəli, dal Z ilə yazıbdı. Aynı o birisilərə hal yazıbdı. R və Z sözü. Əcəba bu Z tapa bilərik ki, onlar getməz məsələn. Görək ki,
zıları. Bəli, mesela روز و şab در روز z ilə yazılıbdır. Mesela bunu görürük. Yəni kamil fərqlidir. Biz bunu tozih əlbəttə verə bilirik. Ehtiyacı yoxdur ki, bu tozihi AI-ya verək ki, bu cürdür. اغل علی میتواند زید باشد اگر کاتب آن را نیز با دال ز نوشته باشد زال، یعنی آن وقت تکرار زال در زید و زینب. اوکی، bunu okumuştuk. بنابراین پیشنهاد میکنم از اینجا به بعد یک پروفایل املایی زینب خاتون بسازیم. هر جا در 161 صفحه واژه‌های عربی دارای رز و دالز، سین، صاد، ف، ثریا س، زاد، وا، عین، الف، ه هدایت، تای دسته‌دار و ت میبینیم چند نمونه ثبت کنیم. با 20-30 شاهد میتوانیم با اطمینان بسیار بیشتری تعیین کنیم که زینب و ریاضی خطای منفردند یا بخشی از نظام املایی شخصی محلی او. این حتی ممکن است برای تخمین محیط جغرافی آموزش کاتب نیز سرنخ باشد. Sonra da şiir vermiştik. Coğrafça şiir diye yok. Bu da البته deyir ki بله این تصاویر از نظر نسخه شناسی اطلاعات زیادی میدهند و به نظرم میتوانیم از مرحله توصیف ساده فراتر برویم و یک تاریخ گذاری تقریبی برای نسخه پیشنهاد کنیم. البته پالیوگرافیک کودوکولوژیکال، البته بدون آزمایش کاغذ و دیدن اصل نسخه تعیین سال دقیق علمی نیست. نخستین برداشت، این یک نسخه نفیس حرفه‌ای نیست. این نسخه ظاهراً محصول یک کارگاه درباری یا کاتب حرفه‌ای درجه اول نیست. آرایش دو ستونی نسبتاً منظم است، ولی اندازه حروف، فاصله ها، امتداد بعضی کلمات و خطوط و نحوه قرارگیری ابیات نوسان دارد. در این حال من آن را کار یک فرد کم سواد هم نمیدانم. برعکس کاتب توانسته یک متن منظوم طولانی را استنساخ کند. استنساختان دانشنده bu فعلا. تقسیم بندی ابیات را حفظ بکند، عبارات عربی را بنویسد، متن ترکی را به صورت گسترده حرکت گذاری کند و شیوه کتابت خود را در بخش بزرگی از نسخه نسبتاً ثابت نگه دارد. بنابراین تغییر تعبیر مناسبتر به نظرم کتابت محلی غیر حرفه‌ای یک فرد باسواد است. خط، نسخ عثمانی ساده شده یا با ویژگی شخص. من خط را در درجه نخست در خانواده نسخ عثمانی قرار میدهم، اما نه نسخ رسمی و خوشنویسانه. در آن گرایش‌هایی به نسخ شکسته، نسخ عامیانه و محلی دیده می شود. شکل برخی کلمات آزاد است. نسبت حروف کاملا تابع قواعد خوشنویسی کلاسیک نیست. بعضی امتدادهای افقی بسیار بلند هستند و شکل یک حرف گاهی از کلمه‌ای به کلمه دیگر تغییر می‌کنند. این ویژگی‌ها معمولاً با نسخه ای سازگار است که برای استعمال شخصی یا مذهبی و قرائت عملی نوشته شده، نه برای کتابخوانی سلطنتی. نکته بسیار مهم اعراب‌گذاری ترکی است. تقریباً در بسیاری از کلمات کاتب تلاش کرده تلفظ را مشخص کند. این میتواند نشان دهد کتاب برای خواندن یا با صدای بلند، مثلا در مجلس مورد کاربرد داشته است. قلم به احتمال زیاد قلمی نی. از ضخامت و رفتار خط به احتمال زیاد ابزار اصلی قلم نی بوده است. نوک قلم نسبتاً باریک تا متوسط است. در برخی حروف تفاوت ضخامت ضربه ها دیده می شود و امتدادهای افقی با همان ابزار کشیده شدند. قلم در حد قلم خوشنویسان حرفه‌ای بسیار دقیق تراشیده نشده یا دست کاتب اساساً برای کتابت روزمره تنظیم شده است. این نیز با یک نسخه محلی خانگی یا مذهبی سازگاری دارد. مرکب سیاه نکته جالبی دارد. مرکب اصلی امروز از سیاه تا قهوه‌ای بسیار تیره دیده می شود. این تغییر الزاما به معنای استفاده از چند مرکب نیست. اکسیداسیون، آب، رطوبت و گذشت زمان می تواند مرکب سیاه را قهوه‌ای کند. در این حال در برخی صفحات تفاوت شدت مرکب دیده می شود که می تواند از دوباره پر کردن دوات، تغییر غلظت مرکب، تغییر قلم یا کتابت در جلسات مختلف ناشی شده باشد. در بعضی صفحات نیز مرکب قرمز صورتی برای سطرها یا عبارات مشخص دیده می شود. این
روبریکیشن ساده نشان می‌دهد کاتب حداقل به سنت ساختاری نسخه های مذهبی آشنا بوده است. یعنی نسخه هرچند نفیس نیست کاملا بی‌قاعده هم نیست. کاغذ برای تاریخ گذاری بسیار مهم است. کاغذ در تصاویر به نظر کاغذ دستساز نسبتا ضخیم نخودی کرم رنگ می آید، اما رنگ قهوه‌ای کنونی را نباید رنگ اولیه کاغذ تصور کرد. رطوبت، آب، آلودگی و اکسیداسیون احتمالاً بخش زیادی از این تیرگی را ایجاد کردند. لبه ها در بعضی نقاط نرم، خرده و فیبری شده‌اند. لکه های آب در بالا و پایین صفحات کاملا آشکار است و در بعضی برگه ها به داخل سطوح نوشتاری پیشروی کرده است. نکته مثبت این است که با وجود این آسیب بسیاری از خطوط هنوز بسیار خوب باقی مانده‌اند. آیا این کاغذ میتواند تاریخ گرفت؟ بله، ولی برای تاریخ دقیق باید یک چیز را ببینیم که در این عکس واضح نیست. واترمارک، فلیگران، آب نشان کاغذ. اگر نسخه را در برابر نور تصویر برداری کرده باشند واترمارک وجود داشته باشد، شکل آن میتواند فوق‌العاده مهم باشد. تاج، هلال، ستاره، حروف لاتین، حیوان، سه دایره، لنگر و مانند آنها گاهی امکان مقایسه با کاغذهای اروپایی تاریخ دار را فراهم می‌کند. همچنین باید چین لاینز و لید لاینز کاغذ اندازه‌گیری شوند. این روش می‌تواند تاریخ گذاری پالیوگرافیک ما را بسیار محدودتر کند. جلد اطلاعات تاریخی مهم می‌دارد. Buradan ötürü Ateş burada yazıp ki qarni 750 تا 850. Burada bunu yazıbdı. من صرفا از کهنه بودن کاغذ تاریخ نمیدهم، زیرا وضعیت بد نگهداری میتواند یک نسخه 200 ساله را بسیار قدیمی‌تر از یک نسخه 4 ساله که خوب نگهداری شده نشان دهد. جنبندی من این نسخه به نظر من یک مولودنامه ترکی عثمانی محلی و کاربردی است که احتمالاً برای قرائت مذهبی استفاده می شده است. توسط کاتبی باسواد اما نه خوشنویس حرفه‌ای در نسخ ساده عثمانی نوشته شده است. تلفظ ترکی با حرکت گذاری گسترده مشخص شده. نسخه دارای سنت وقف مالکیت خانوادگی است. به شدت آب و رطوبت دیده. جلد آن چند مرحله آسیب و احتمالاً تعمیر را پشت سر گذاشته. شواهد فعلی احتمال بسیار جالبی را مطرح می‌کنند که کاتب نسخه زنی به نام زینب بوده است. از نظر تاریخ گذاری فعلا حدود 1750 تا 1850 میلادی را به عنوان فرضیه kari پیشنهاد می‌کنم، نه تاریخ قطعی. Ben şiiri buradan sonra yazmışam şeydən. Məncə sizin geçdi şeyə, türkcə yazdı, yaxçıdır. Məncə sizin fərziyyəniz çox ciddi və pəjühüş edilə bilir bir fərziyyədir. Amma əlyazmanın özündən gördüyümüz dəlilə görə iki şeyi bir-birindən ayırmaq lazımdır. Zeynəb xatun bu mətni yazan, katib edən şəxs olması çox qüvvətlidir. Amma Mövlud şeirlərinin əsl şairi və yaradıcısı olması hənuz qəti sübut olunmayıb. Sizin gətirdiyiniz başlanğıc beytlər həqiqətən məclisi bir mətnin səsini daşıyır. Məsələn, dinlə indi sizə şərh eyləyəlim, Mövludun səbabını söyləyəlim. Burada sizə sözü çox önəmlidir. Şair oxucuyu mücərrəd bir oxucuya deyil, qarşısında oturan bir cəmaətə xitab edir kimi danışır. Arxasınca hər kişi kim bu məclisə otursa, Rəsulullah'a səlavat gətirsə, deyir bu məclisdə təbiri də mətni bir performance text, yəni məclisində səsli oxunmaq üçün qurulmuş mətni kimi görməmizə qüvvətli dəlil verir. Daha da önəmlisi, niyyət edib bu mövludə gəlincə kimi ibarətlər oxuyucunun qarşısında mövlud məclisinə gəlmiş insanlar varmış kimi qorulub. Bu, sizin Zeynəb xatun sözləri, dinləyiciləri göz önünə gətirib yazır nəzəriyyənizi vaqəən qüvvətləndirir. Amma burada bir önəmli ehtiyat var. Mövlud ədəbiyyatı özündən məclisi ədəbiyyatdır.
Başqa Moğol şairləri də bu məclis sələvat gətirin, dinlə, eşit, ey-cəmaət kimi xitab formulların işlədə bilir. Yəni bu ibarətlər Zeynəb xatunun şeirləri həmin məclisdə filbidahə yaratdığını tək başına sübut etmir. Zeynəb özündən qədim bir Mövlud mətnini köçürdə də bilər. Ya məhəlli şəfahi rivayətdə eşitdiyi bir mətni yazıya ala bilər. Ya əsli mətni özündən olub, onu öz ləhcəsinə və məclis istimala uyğunlaşdıra bilər. Məncə ən cəlib imkan üçüncü imkandır. Bu nüsxə sırf köçürmə olmaya bilir. Katib şəfahi Moğol sünnəti ilə yazılı mətnin arasında bir vasitə olub. Bu nüsxə sırf köçürülmə olmaya bilir. Katib şəfahi Moğol sünnəti ilə yazılı mətin arasında bir vasitə olub. Sizin gördüyünüz çox fəravan hərəkətləndirmə də bu fərziyyəyə yardım edər. Bu katib sadəcə ədəbi bir nüsxəni kitabxana üçün köçürürsək idi, türkcə hər kəlmənin səsini bu qədər diqqətlə göstərmək zərurəti az olardı. Amma mətn səsli oxunacaqsa, hərəkətlər bir növ oxuma rahnumayı olur. Bu, xüsusən ləhcə özəllikləri vardırsa, çox önəmlidir. Mən sizin nəql etdiyiniz sözlərdə çənd ehtimalı məhəlli şəfahi özəllik görürəm. Məsələn, gəlincə, otursa, oqudursa, bunun kimi formaların dəqiq nüsxəxanişi yazılsa, surətşünasi və morfoloji profili çıxartmaq mümkün olar. Özəlliklə vın, cə, oqudur, oqutur, götür, dinlə, diqlə kimi formalar məhəlli ləhcəni təyin etməkdə açar ola bilər. Amma sətirlərin başından sona aşağı inməsi barədə mən daha ehtiyatlı olardım. Bunu şairin ruhi haləti ilə bağlamaq cəzzabdır. Lakin nüsxəşünasi baxımdan sübutlu deyil. Sətrin inməsinə müstərənin olması, müsəttərə, yəni bir şey qoyurlar, sətri düzəldir. Müsəttərənin olmaması, kağızın əyriliyi, katibin oturuşu, əlin yorulması, cildin açılmaması ya səfhə kənarına yaxınlaşdıqca qələm zaviyəsinin dəyişilməsi səbəb ola bilər. Amma əgər həmin ehsasi mövzularda həmişə sətirlər aşağı ənir, amma başqa yerlərdə ənmirsə, o zaman bu gözləminiz daha da mənalı olur. Düz deyir, mən bunu oxumadım ki, görəm ki, oradakı sətirlər dəyişir. Əcəba ehsas dəyişən yerdir ya yox. Kətəbəhül fəqir əl-həqir Zeynəb riyazi məsələsində də mən fərq qoyardım. Kətəbəhu onu yazdı, kitabət etdi. Bu, Zeynəbin katib olduğunu qüvvətli göstərir. Vəli klasik nüsxə istilahında kətəbəhu özlüyündə mən bunu təlif etdim demək deyil. Əgər nəzzəmtəhu nəzzəmə haza qalət Zeynəb təxəllüs üzündən danışan beyt ya sonda şairən imza tapsaq, o zaman müəllifin fərziyyəsi çox güclənəcək. Mən indi bu nüsxə üçün bu elmi formulasyanı ən doğru görürəm. Zeynəb xatun nüsxənin katibi olaraq təqribən qətidir. Mətn isə şəfahi Mövlud məclisi ilə çox yaxın rabitə göstərir. Zeynəbin sadəcə nasix, şəfahi mətn yazıya keçirən şəxs, məhəlli uyğulayıcı yaxud şair olub olmaması mətn daxili müqayisə ilə təyin edilməlidir. Əgər siz istəyirsiniz, mərhələ bədidə mən sizin göndərdiyiniz bu beytləri kəlmə bir kəlmə Osmanlıca transkripsiyon edib ləhcə özəlliklərini ayırım. Əgər 30-40 beyt üzərinə bunu edək, Zeynəb xatunun məhəlli türkcəsinin ləhcə xəritəsini
çıxarmaq və ilə müqayisə etmək mümkün olar. Yəni Kocaeli ya Kurşunlu çevrəsi ilə müqayisə etmək olar. Tamam, bu beləsi bir şey dedi. Məncə yetərlidir. Amma deyək, əgər bu əlyazma bir nüsxədirsə, onda bunun əsl nüsxəsi kimindir? Yəni Zeynəb xatun bu şeirləri kimin əlyazma kimin şeirlər yazaq? Kimin şeirlərinin üzündən yazıbdır? Onu bula bilərmisiniz? Görək ki, bunu dediği üçün buna bir sual verdik. Bunu bizə gətirsin. Gedək görək bu nə yazıbdır? Qeydək, buradan da bunlardan da soruşaq, bu şeydən soruşaq. Əlbəttə bundan soruşmuşduq. Zeynəb xatunun əlyazmanda qələmə aldığı bu dəyərli beytlər tamamilə onun öz şairlik yaradıcılığından deyil, bəlkə Osmanlı dönəmində çox yaygın olan və nəsil köçürülən klasik dini sufiyanə mövlud ənənəsinə olacaq ehtimalən bir parçasıdır. Bu beytlərin bənzərlərini və ya eynisini Osmanlı klasik mövlud ədəbiyyatında, özəlliklə Süleyman Çələbinin Vəsilətün Necat əsərində və onun təsirində yazılan erkən dönəm mövlud nüsxələrində görmək mümkündür. Bu baxımdan Zeynəb xatunun bu əsərləri hansı qaynaqdan istinsaq köçürmə etdiyinə dair gözlərimizi aşağıdakı qaynaqlara yönəldə bilərik. Süleyman Çələbinin Vəsilətün Necat Viladətnamə əsərinin erkən nüsxələri. Burada gördüyümüz dinlə indi sizə şərh eləyəlim, mövludun səvabını söyləyəlim və ya hər kişi kim bu məclisdə otursa, Rəsulullaha səlavat gətirsə kimi beytlər Süleyman Çələbinin əsərindəki mərhəmət basirəsi və viladət bəhsi nüsxələrinin klasik qalibləri ilə bir deyərək ilgilidir. Bir dəqiq ihtimalən. Erkən Osmanlı dönəminə aid ən köhnə mövlud nüsxələrində bu misralər sabit bir formət kimi təkrarlanır. Erkən Türk Osmanlı mövludnamələri. İndi biz burada iki dana iştibah eləmişik. Bu şeirin bölümlərini oxusaydıq, bəlkə orada imza görəydik. Yəni hər şeirin bir yerdə qurtarır da, onun o son beytlərini oxusaydıq, bəlkə bir şey görəydik. Gedək görək ki, bu nə dedi? Buna bir şey gətiribdi, yox hələ gətirməyibdi. Cəlibdir ki, bu hələ fikirləşir, çünki şey olubdu. Bağlamışıq, getmişik. Bu hala fikirləşir. Görək ki, getdi axtarmağa. Görək ki, axtaracaq ya yox. Bu burada axtarsın. Biz gedək o birisi görək ki, bu nə yazdı. Aha, başladı yazmağa. Deyir ki, bu Copilot deyir ki, Zeynəb xatunun yazdığı bu mövlud əsl bir mövludun nüsxəsidir, yoxsa Zeynəb xatun öz şeirlərini yazan şair katibdir. Mən sizin göndərdiyiniz səhifələrə xəta, ləhcəyə, sətrin axışına,
O tapsam gətirib oxuya bilərəm ki, orasını görək. Bir 13 səhifə getməliyik dalıya. Məsələn, burada diqqət eləyəndə deyir ki, Güllər cıqarıb qəbrindən həman aldı əlindən ol zaman. Zamanı dal zeynə yazıbdır, calibdir burada. Yanına aldı, nurə qərq eylədi, xoş misin qızım, səfa gəldin dedi. İndi burada o törtdür, nədir onu görsənin. Tört imdi vergən süzdüm mahat əs-salat cağırın qəbləl məmat. Əs-salat çağırın qəbləl məmat. İlahi cümləmizi rəhmetindən, diqqət buyurun, ilahi cümləmizi rəhmetindən iraq etmə o ali həzretindən. Həbibin Müstəfanın hürmətinə bu cümlə qullarına rəhmət elə. Diyalım cümləmiz şu qələ amin, şovq ilə amin, şəvq ilə amin ki rəhmət eyləyə biz qulə yarın. İnnəllahi yəğfiru zunubə cəmiən innəhu huvəl qəfurur rəhim. Şeir halətidir. Əlbəttə bunu bir ayrı yerdə bunu mən çox dəqiq gördüm. O ikinci yer ki orada təmmə demişdi. Orada bu daxı görsənirdi. Aha burada. Ki oxuya bilmədim. Biraz da orada yorulmuşdum. Ona görə dedi ki ateşindən görək əgər bunu oxuya bilsək. Deyir ki gəlməsiylə cümləmizi münəvvər eylə və nur tövhid ilə qəlblərimizi. Diqqət buyurun. Buradan beləsi. Bu şeiri burada oxuyaq. Buraya yadıma gəldi. 100 əqlimi nəsib eylə və nədir bu oxunmur? Müstəqimdə səlamət ihsan eylə. Diqqət bura. İndi buradan. Bu məclisdə amin diyan vəfa tər olan ibadın müsəlmanın hər birinin dərunlərində olan ibadullah müsliminin muradın xeyr. Diqqət buyurursunuz, şeirdən çıxdı. Muradın xeyr eylə. Diqqət buyurun, burada xeyr eylə və şərri şeytanidə amin eylə. Mürq ruhumuz bağı gülzən cəmal gözü zilzələr eydib əmanətin alıb la ilahə illallah Muhammed Resulullah gəlməsiylə cümləmizi münəvvər eylə və nuri tövhid ilə qəlblərimizi, diqqət buyurun, görürsünüz, və nuri tövhid ilə qəlblərimizi və qəlblərinizi münəvvər eylə ilə yevmil qiyamə qəbrimizdə rahat olmaq. Diqqət buyurursunuz, qəlbimizdə rahat olmaq nəsib eylə bu zülümat-ı qəbrdən əmin eylə və ol Cənab Allah'a əllərimizi cəhənnəm ateşinə yakmə. Allahu əzimüşşən iki cahan Fəxri Məhəmməd. Görürsünüz, getdi, yəni nəzərə gəlir ki, daha burada şeirdən çıxır və şeyə gedir. Məncə bu ola bilməz ki şeyin şeiri olsun. Bu da dedi əslində. Har dedi? Süleyman Çələbinin klasik beytləri yoxdur. Viladət Mövludunun klasik qafiyəsi yoxdur. Məzmun, məncə də o cürdür, dedim, buradan gəldi, getdi ora. Məzmun Süleyman Çələbinin üslubuna bənzəmir. Ləhcə ağır türkcədir. Klasik Osmanlı farsça deyil. Beytlər məclisi xətablıdır. Hər kişi kim bu məclisdə otursa, sətrin axışına
filbidahə söyləyən şeir oslubundadır. Bu Mevlud Süleyman Çələbinin Mevludu deyil, bu klasik Mevlud nüsxəsi deyil. Bu Mevlud Anadolu Rumeli qəsəbələrinin məhəlli Mevlud növündandır. 17-18-ci yüzildə Anadolu və Rumelinin qəsəbələrində məhəlli mevludlar, məhəlli nəətlər, məhəlli qəsidələr çox yazılar. Bu mevludlar klasik mədrəsə mevludu deyil. Şairin məclisdə filbidahə söylədiyi sözlər sonra nəssaq tərəfindən qələmə alınan mətnlər ləhcə türkcə, məzmun məclisi xitablı, sətirlərin axışa, ehsas haləti göstərir. Sizin göndərdiyiniz səfələrin hamısı bu özəlliyi tam göstərir. Bu mevlud məhəlli mevlud növündandır. Bu növ mevludların əsl şairləri adətən qəsəbəli şair xatunlar ya məhəlli vailər, vaizlər olarlar. Zeynəb xatun şairin öz sözlərini yazan şəxsidir. Bu son cümlə. Kətəbəhül fəqirul həqir Zeynəb Riyadi, bu cümlənin klasik mənası yazan fəqir Zeynəbdir. Zeynəb Riyazi. Amma bu kitabda xətt mədrəsə nəstəlik deyil. Şair nəstəliqidir. Şair nəstəliqidir, yəni özəl. Sətrin axışına filbidahə yazılış göstərir. Ləhcə qəsəbə türkcəsidir. Məzmun məclis xitablıdır. Cövhərin axışına sözün dayanmadan yazılışını göstərir. Bəzi sətirlər ehsas haləti ilə aşağı axmağa başlayır. Bu özəlliklər hamısı Zeynəb xatun şair katibdir. Öz sözlərini yazır. Bu indi beləsi, bu bizim fərziyyəmizi qəbul elədi. Əslində davam edir. Əlbəttə bunun üstündə çox yazır. Mən gedirəm. Görüm ki, bu iki dana ki bizə etiraz elədi, onlar bu şeyi nə cür gətirirlər, göstərirlər. Yəni hər halda deməlidirlər ki, bu kimlə yazılıbdır və onun beyti ilə müqayisə eləməlidirlər. بله می توانیم و من همین حالا با بیت هایی که شما از نسخه خواندید جستجوی تطبیقی کردم. یک نتیجه بسیار مهم به دست آمد. متن زینب خاتون را توانستم به یک مولود شناخته شده وصل کنم. نتیجه اصلی متن یا مولود نبی سلیمان جلوتی پیوند مستقیم دارد. سلیمان جلوتیدن. پژوهشی دانشگاهی درباره اثر باید به نام مولود نبی از سلیمان الچلوتی متن آغاز یکی از بخش‌های آن را منتشر کرده است. ابیات آن با ابیاتی که شما از نسخه سلیمانی خواندید تطابق بسیار چشمگیری دارد. برای نمونه نسخه منتشر شده چنین آغاز می شود: Dinle imdi şerh edeyim Mevludun sevabini ben söyleyeyim ve bilafasıle her kişi kim bunu məclisdə olursa, bu məclisdə olursa, سپس درباره آمدن ملائکه به مجلس مولود و دانستن ثوابان صحبت می‌کند. این دقیقاً همان توالی مطالبی است که شما از نسخه زینب خاتون خواندید. Dinlə indi sizə şərh eləyalım. Tamam. Bu deyir ki, ondan düzdür. Bunu əgər bunu deyibsə, biz bir iş görərik. Bunu yapalıq ki, qoyaq bura. Kopya eləyək və gedək bura qoyaq. Əcəba bu nüsxə onun adı nə idi adamın? Burada idi. Tamam, bunu gətirək qoyaq onun yerinə, daha rahat olsun. Əcəba bu nüsxə filan Süleyman Cəlvətin beləsi bir iş görək. Əsən bunu buradan götürək. Bunu qoyaq. Nüsxəsi ilə aynıdır. Görək belə bir şey tapır bizə ya yox. Və kitabı qutaraq, çünki fikrim 3 saatla yetişdik. Bəli, 3 saat 10 dəqiqədir ki,
Bu kitabın üzərində çalışırıq. Hala davam edir. Mən öz nəzərimi deyim ki, mənə belə gəlir. Əlbəttə mən Cəlvətini də oxumadım, Çələbiyi də oxumamışam. Onun üçün bunları tutduraq, görək ki, doğru deyirdilər bunlar ya yox. Amma mənə belə gəlir ki, bu kitabın yazı formatı, hətta o son birinci şey ki vardı, ora baxsaydıq görərdik. Eyni halda bu sualı da soruşmadan getməyəcəm. Həm ChatGPT-dən zaten soruşmalıyam bunu. Əcəba Cəlvəti və Çələbi kimi Mövludiyyə yazanlar hər şeirdə özlərinin adların ya təxəllüslərin yazırmışlarmı? Məncə bu yaxşı bir meyar olar ki, çünki bu xanım yazmayıbdı. Görək ki, bu nə deyəcəkdir? خیر معمولا مولودسرایان عثمانی نام یا تخلص خود را در هر شعر یا هر بخش تکرار نمی کردند. در منظومه های مولود نام شاعر بیشتر در یکی از جایگاه ها دیده می شود. مقدمه، دعای مؤلف، خاتمه یا بیتی که شاعر در آن برای خود طلب دعا می کند. گاهی نیز تخلص فقط یک بار در تمام اثر می آید. تمام onda بس işte. Yani bu şeydi. Yəni bunun üstündə daha davam etməyək. Ola bilər ki, bu şey olsun. Əlbəttə bu ki biraz mənim fərziyyəmin üstündə gedir. Bunu burada sual soruşmuşdu. Ona nə deyir? Bu suallarınız çox mühümdür. Çünki ağır mətnlərdən biridir. Sizin göndərdiyiniz əlyazma isə məhəlli qəsəbə mövludu kimi görünür. İndi mən bu iki mövludu, yəni elmi mətni, ləhcə, xətt, qafiyə, məzmun əsaslarına görə tərtiblə müqabilə edim. Mövlud necədir? Yəni Süleyman-ı Cəlvəti mövludu necədir? Cəlvəti mövludu necədir? Osmanlı mədrəsə ədəbiyyatına aiddir. Ərəbcə, farsca sözlər çoxdur. Qafiyəsi, vəzni, sətr tərtibinin mədrəsəsi çox dəqiqdir. Satırlar düz, xətt mədrəsə nəstəlik ya nəsx olur. Məzmun mədrəsə tekkə mövlududur. Ləhcə Osmanlı ədəbi türkçəsidir. Filbidahə deyil, yazar şairin ağır ədəbi mətnidir. Mövlud Süleyman-ı Çələbinin mövludu kimi klasik mövlud ədəbiyyatına aid Cəlvəti. Sizin göndərdiyiniz əlyazma necədir? Sizin əlyazma ləhcə qəsəbə türkçəsi, sözlər ağır türkçə, məzmun məclis xətablı, sətirlər axşaq, xətt azad nəstəlik, qafiyə vəzn mədrəsə qafiyəsi deyil. Filbidahə söyləyən şeir qələmə alınması kimi görünür. Şair Zeynəb Riyazinin öz sözləridir. Mədrəsə mövlud deyil, məhəlli mövlud noundandır. Mövlud ilə tam taminə ziddir. Nə deməkdir? Zeyd Çəlvəti bu özəlliklər mövludu ilə tam taminə ziddir. Belə bir şey yazılıb da oxunmadı. Çox aynı deyil. Mövlud ilə sizin mövlud aynı, Çəlvəti yəni müqabiləsi. Cavab yox, aynı deyil. Bu iki mövlud dilincə fərqli. Huzur-i Haq, Nur-i Əhməd, Məqam-ı Məhmud, Sidrətül Müntaha kimi ərəbcə, farsca sözlər sizin mövlud, bizim mövlud. Yəni onda Cəlvətidə bunlar var idi. Burada hər kişi kim bu məclisdə otursa, pək səvab gəlir, evindən niyyət edər, ağır türkçə, məzmun fərqli. Çəlvəti Peyğəmbərin doğumu, miraz, haqiqəti Muhammediyyə. Sizin mövlud məclis xitablı, səvab, niyyət, oturanlara xitab. Qafiyə vəzn fərqlidir. Mədrəsə qafiyəsi sizin mövlud azad filbidahə qəsəbə uslubu. Xətt, sətr fərqi. Tamam. Bu elə həman sözləri təkrar edir ki, üstə demişdi.
Daha ehtiyacımız yox. Davam edək. Məncə də bu qədər yetər bu günə. Çox gözəl bir kitabla tanış olduq. Sabah o birisi kitabı ki, fotokopudur. Mənim fotokopunu normalda oxumaqda xoşum gəlmir. Amma kitab üçün Səfəvi dövrünə aiddir və Səfəvi ailəsinə, tarixinə aiddir. 1870 neçə səhifəlik kitab olduğu üçün onu 1670 neçə səhifəsi olduğu üçün onu bir sabahları bir ayrı gün bir proqramda umaram ki bir 3 saatlıq, 4 saatlıq ən çox olsa o kitabı əl yazması ilə tanış olaq.